Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz İramsevərlər. Müqəddəs Ramazan ayının, Quran ayının 28-ci günündə, eləcə də bu ilki Ramazanın sonuncu cüməsində imsaka doğru inamın işığında Allahın mərhəməti, rəhməti, şəfqəti, sağlam bərəkətli, təqva dolu, iman dolu, bərəkətli, uzun ömrü, ruzili ömrü hər birinizin üzərinə olsun. Bəli, Ramazanın sonuncu cüməsi dedik. Allah neçə-neçə 10 illər sağlıq, səhət, iman, təqva dolu könül sahibliyi ilə Ramazanın sonuncu cüməsini tamamlayıb bayrama qovuşmağı hər birimizə qismət etsin. Bəli, yenə də yenilməz inam komandası olaraq Allahın izni Azərbaycan dövlətinin himayəsi ilə sizlərə xidmətə gəldik. Xidmətə gəldik Ramazan ayının bu son günlərində, həsrətin vüsala calandığı bu çağlarda, ancaq imsaka doğru mələklərin seyr etdiyi, mübarək ruhların endiyi bu dəqiqələrdə xidmətə gəldik İslamın doğrularını, İslamın gətirdiyi qaydaları, İslamın təməl prinsiplərini, bir də Ramazanın fəzilətlərini sizlərlə bölüşək. Bugün çalışacağıq çox dəyər verdiyim, çox sevdiyim əziz qonaqlarımızla İslamın fitrə zəkatına münasibətini müzakirə edək. Fitrə zəkatı nədir? Fitrə zəkatını vermək vacibdirmi? Niyə veririk? Verəriksə bunun savabı nədir? Nədən ibarətdir? Bax, bu kimi məsələləri, sualların cavabını cavablandırmaq üçün hamımızın sevimlisi, millətin vəkili, din-dövlət münasibətləri uğrunda bir an belə dayanmadan, layiqincə mücadilənin önündə dayanan, 100 minlərin dəyər verdiyi əziz qardaşım, ilahiyyatçı alim, Milli Məclisin deputatı Ceyhun Məmmədovu dəvət etdim. Ceyhun mənim, xoş gəldiniz. Xoş gördük Seydim, xoş gördük. Necə keçir Ramazanın son günləri ağışını aldı bizi? Valla artıq təəssüf hissləri başlayıb. Həsrət vüsala calandı söylədim. Ramazan çox sürətlə keçdi, getdi. Heç bilmədik necə gəldi, getdi. Bəli. Şükür, əsas odur ki, yaxşı getdi. Düşünürəm, inan verilişi də çox yaxşı töhfə verdi bu proseslərə. Allah razı olsun. Dövlətimizin bilavasitə diqqəti ilə, qayğısı ilə insanlar maarifləndilər. Ramazanı yaxşı səmərəli keçirdik. Allah qəbul eləsin. Allah razı olsun. Allah dövlətimizi, dövlət başçımızı, Qarabağ Fatih İlham Əliyev cənablarını qorusun. Çünki himayəçimiz dövlətdir və dövlət başçısıdır. Faiq Əhmədzadə, Bakı İlahiyyat Kollecinin direktor müavini bir obrazda formalaşdı. Təmkinli ilahiyyatçı alim, öz mənəviyyatı ilə, əxlaqı ilə, vəhdət yolunda, layiqincə inamın işığında çox bir az müddətdə nümunəyə çevrilən ilahiyyatçılardan. Faiq mənim, xoş gəldiniz. Xoş gördük Seydim. Siz elə sözlər deyirsiniz ki, insan çox utanır əslində ona layiq olub olmadığı ilə bağlı bir düşünür öz üzərində. Biz də yenidən təşəkkür edirik həm dəvətiniz üçün, həm təbliğiniz üçün. İnşallah əhəm verilişimiz, proqramımız, həm də anlatdıqlarımız bərəkətli olar. Maşallah, gözəl bir duadır. Allah heç birimizi dövlətimiz və dinimiz adına mücadilə yolunda utandırmasın, məyus etməsin. Mən digər qonağımı təqdim edirəm. İlahiyyatçı Şəhidlər Məscidinin imamı, o möhtəşəm məscidin, o mübarək və gözəl məscidin imamı öz əxlaqı ilə, ərkanı ilə, özü gözəl söyləyir əziz izləyicilərimiz ki, canlı efirdən öncə məni çox gənclik illərindən sizi tanıyıram, siz məni tanıyırsınız. Öz əxlaqı ilə, ərkanı ilə, davranışı ilə, vəhdətə, İslami dəyərlərə xidmət yolunda layiqincə mücadilə verən ilahiyyatçılarımızdan. Şahik mənim, xoş gəldiniz. Xoş gördük Seydim, hamımıza xoş gördük. Bu gözəl verilişdə olmaq bizim üçün şərəfdir, qürurdur. Bizim üçün də. Uca Allah xalqımıza neçə-neçə belə gözəl Ramazanlar keçirməyi nəsib eləsin. Və bu Ramazan boyunca biz şahid olduq ki, dövlət başçımızla məscidlərin açılması, onların bərpadan sonra yenilərinin tikilməsi üçün nə qədər səy Şuşada da böyük bir məscidin bərpadan sonra bu Ramazan ayında xalqımız üçün böyük töhfə. Əlbəttə. İnan verilişində irəli bu məsələdə minnətdaram. Bu bir daha onu göstərir ki, dünyəvi ölkə olan Azərbaycanda mənəvi dəyərlərin, mədəni irsimizin,
ən böyük himayətçisi Qarabağ xilaskarı İlham Əliyev cənablarının özüdür. Allah qorusun, Allah savabına yazsın ailecə. Mənim digər qardaşım İnamın işığında mənə söylədilər 100 min söyləməsəydim, milyonların sevimlisinə çevrilən, öz gözəl Quran avazı ilə könülləri fəth edən, Ulu Öndərimizin adını daşıyan Heydər Məscidinin imam mavini, hər dəfə bunu söyləyirəm, bu adam çoxdan imam olmalıdır. Neçə ildir söylədin? 12 ildir imam mavinisiz. Məncə haqq edirsiniz. İmam mavini, elə imamı Rıza Rızayev. Xoş gördük, əziz qardaşım. Dəyərli qonaqlarımıza, eyni zamanda bizi izləyən dəyərli izləyicilərimizi Allahın salamı ilə salamlayıram. Uca Rəbbim bu Ramazanın son günlərində bizləri inşallah əfv edib bağışladığı qullardan etsin. Amin. Allah Teala bu Ramazanı bizlərdən razı salsın. Amin. Allah Teala neçə uzun 10 illər içərisində bizi izləyənlərə, izləməyib, dininə, dövlətinə, bayrağına, şəhidinə sevdalı olan soydaşlarımıza Ramazanın bərəkəti ilə Ramazanın ağuşunda, bayramın ağuşunda onu qarşılamaq sevdasını nəsib etsin. Ancaq yenə də həsrət vüsala calanıb onsuz da könüllərdə. Ancaq biləndə ki, yenidən qovuşacaqsan, niskil silinər qəlblərdən. Biz də belə təmənna edirik. Bəli, əziz qardaşım, Quran ayının 28-ci günündə, Ramazanın sonuncu cüməsində üzərimizə ən çox haqqı olan haqq sahiblərini anmaq imana bağlıdır, vəfaya bağlıdır, bir borcdur. Eləsə dayanmadan, sübhün erkən çağında, mələklərin seyr etdiyi bu məqamda müqəddəs şəhidlərimizin, Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polat Həşimov, 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhidləri, antiterror tədbirləri zamanı şəhadət şərbətinə təşrih edən, şəhid olan qalib şəhidlərimizin Azərbaycan ərazi bütövlüyünü haqq etmiş bərpası uğrunda qanları ilə haqq etmiş aslanlarımızın 20 yanvar Xocalı şəhidlərinin ayrıcı olaraq bu əziz günlərdə Ulu Öndərimiz, ümumilli liderimiz Heydər Əliyev cənabları başda olmaqla bu vətən üçün, bu dövlət üçün layiqincə mücadilə veriblər. Hansı sahədə olmasından asılı olmayaraq vətənin, dövlətin mənafiyini fikirləşiblər, düşünüblər, fədakarlıq göstəriblər, indi haqqın dərgahına qovuşublar. Onları da niyyət etməyini təvəqqə edirəm və sosial şəbəkələrdə bizi hörmətli millət vəkilimi izləyirlər. İnamın YouTube kanalında izləyirlər və ekran qarşısında bu an bizi izləyən 100 minlərin bir ayrıca bölücülük olmasa da söyləyəcəm. Bir məxsus olaraq bizə dəyər verən, apardığımız bu maarifləndirmə işinin əhəmiyyətini bilən və bizə dəyər verməklə bərabər bizə dəstək olan haqq sahibləri ki var izləyicilərimiz içərisində, onların da bütün vəfat etmişlər üçün niyyət etməyini təvəqqə edirəm. Buyurun, qoy söz Quranın olsun. Qoy söz Quranın olsun ki, Quranın və şəhidlərin şəfayəti qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın üzərindən bir an olsa belə əksik olmasın. Amin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. ربنا إنك تعلم ما نخفي وما نعلن وما يخفى على الله من شيء في الأرض ولا في السماء الحمد لله الذي وهب لي على الكبر إسماعيل وإسحاق الحمد لله
إن ربي لسميع الدعاء رب اجعلني مقيم الصلاة ومن ذريتي ربنا وتقبل دعاء ربنا وتقبل دعائي ربنا اغفر لي ولوالدي وللمؤمنين ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Salam olsun. Sübhün erkən sağında, mələklərin belə seyr etdiyi bu məqamda, yaradılmışların ən üstünü, yaradılmışların ən əşrəfi, könüllərin sultanı, Məhəmmədi Mustafaya, onun mübarək, əziz ev xalqına, əhli beytinə. Salam olsun onun mübarək, əziz 4 xəlifəsinə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Allahın adı çəkiləndə qəlbi titrəyənlərə. Bir də müqəddəs Ramazanın 28-ci günündə, Ramazanın sonuncu cüməsində salam olsun o kəslərin üzərinə, salam olsun Allahın sağlıq və səhhəti o kəslərin üzərinə, müqəddəs şəhidlərin doğmalarıdır, qəhrəman qazilərimizdir. Bir də bizə dəyər verərək, oyaq və ayıq şəkildə bizi izləyirlər. Könülləriniz var olsun. İtaət və ibadətləriniz Allah dərgahında qəbul olsun. Qardaşım, nə edirsən Ramazanın son cüməsində? Könüllərin fəthi, bax belə olur. Allah səsinə, nəfəsinə, elminə güc versin. Allah razı olsun. Elə Heydər məscidinin imamının da Quran qirayəti, bax belə olar. Təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Əziz qardaşlarım, hörmətli millət vəkilim, Faiq müəllim, Şaiq müəllim. Nə gözəl uzlaşdı Faiq müəllim, Şaiq müəllim, qafiyə çevrildi. Allah razı olsun. Sponsora keçid edək. Televiziyanın qaydalarına ən çox layihə müəllifi olaraq mən rəayət eləməliyəm. Buyurun xanım redaktor. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif.
Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə bu mübarək gecədə dualarımla təşəkkür edirəm. Allah Taala sponsorlarımızın, xalqımızın, dövlətimizin, İnam komandasının, Space televiziyasının, bu an bizi izləyən hər bir kəsin ruhsini xeyirlisi ilə çoxaltsın, bol qərar versin. Bəli, əziz qardaşlarım, hörmətli millət vəkilim, sizdən başlayaq. Bugün istəyirəm ki, ilk mərhələdə İslamda fitrə zəkatına münasibəti müzakirə edək. Öncə də izləyicilərimizlə bölüşdük. Niyə fitrə zəkatı? Niyə fitrə zəkatı verəcək? Verəcək isə buna səbəb nədir? Bunun əhəmiyyəti nədən ibarətdir və savabı nədir? Söz sizin olsun. Allah razı olsun. Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır. Yəni Ramazan ayının sonunda imkanı olan hər bir müsəlmanın bu sədəqəni verməsi şərtdir. Və artıq uzun illərdir bu ənənə davam edir. Burada bir sıra mühüm məsələlər var. Biz onun üzərində xüsusi durmalıyıq. Yəni bizə də tez-tez müraciət olunur. Mən bunu bayram günü verə bilərəmmi və s. suallar olur. Fitrə zəkatı, yəni bayram namazına qədər mütləq çıxarılmalıdır. Və fitrə zəkatının həm də fəlsəfəsi ondan ibarətdir ki, bayramı bütün müsəlmanlar rahat bir şəkildə keçirə bilsinlər. Həm də vəhdət halında. Bəli, vəhdət halında keçirə bilsinlər. Çünki heç də hamının imkanları bərabər deyil. Elə insanlar var ki, onların imkanı aşağıdır. Doğrudur. Və bu dəstəyi göstərməklə Ramazan bayramında bir həmrəylik, bərabər, ədalət həm də təmin olunmuş olur. Və digər bir məsələ də çox müzakirə olunur. Yəni məbləğlə bağlı və hansı ərzaq növlərindən verilə bilər. Yəni burada söhbət 3 kiloya yaxın, yəni ərzaqdan buğda, xurma, düyü kimi ərzaq növlərindən gedir və müasir alimlərin yanaşması belədir ki, ona ərzaq şəklində yox, həm də pul formasında da vermək olar. Və burada məbləğlə bağlı tez-tez müzakirələr gedir. Qafqaz Müsəlmanları İdarəsi 10-15 manat civarında müəyyənləşdirdi. Burada asılıdır. Biz fürsətdən istifadə edib onun da üzərində durmalıyıq. Çox istəyirəm bu arada, bir çağırış etdik, istəyirəm onun üzərinə gələsiniz. Yəni imkanlı adamlar var. Allah ruzlarını bol etsin. Sizdən də istəyirəm bu çağırışı. Bəli, bəli. Yəni biz elə onun üzərində durmaq istəyirik ki, bu da İslamın gözəlliyidir ki, insanları çətinə salmamaq üçün bu ərzaq növlərini müəyyənləşdirib, məsələn, bir dəfə də müzakirə etmişdik. Elə xurma növü var ki, 5 manatdan başlayır. 80 manata, 100 manata. Bəli, kimi gedir və qiymət dəyişir. Burada yəni bizim tövsiyəmiz ondan ibarətdir ki, heç də hamının imkanı bərabər deyil. İmkanlı insanlar çalışsınlar ki, daha çox bu yardımı etsinlər. Yəni burada söhbət hər bir ailə fərdindən gedir və ailə fərdinin sayına görə bu məbləğ çıxarılmalıdır. Elə insanlar var ki, onların çox geniş imkanları var və biz tövsiyə edirik. Siz də buna çağırış etmişdiniz ki, onlar daha böyük məbləğdə bu sədəqəni müəyyənləşdirib versinlər. Yəni maksimum qiymətlə götürsünlər. Biraz təsvir eləmək istəsək, məsələn, xurma var 6 manat, 3 kilo 18 manat olur. Elə xurma var ki, qiyməti daha aşağıdır. Qeyd etdiyimiz kimi xurma var ki, daha yuxarıdır. Ona görə burada nə qədər çox imkanı olan insanlar vəsait verərlərsə, bu bir o qədər faydalı olar, bir o qədər demək, cəmiyyətdə qeyd etdiyimiz kimi bərabərlik təmin edə bilər və bir də tez-tez suallar olur yaxın qohumlarla bağlı ki, bunun verilməsi ilə bağlı. Tövsiyə olunan odur ki, bu yəni ailə üzvləri ola bilməz, bu bir mənalıdır. Doğru. Kənar insanlar olmalıdır. Uzaq qohum məsələsi ola bilər. Toxunacaq. Axtarmalıyıq daha çox imkansız insanlara bu ünvanı bəlli olsun. Bəli, bəlli olsun. Əsl ehtiyac sahibləri. Bəli, təşəkkür edirəm, mükəmməl bir izah oldu. Əziz qardaşım, Faiq müəllim, necəsiniz? Dünən də 4 saat canlı efirdə xidmətdə oldunuz. Borcumuzdur. İstirahət edə bildiniz? Bəli, şükür Allah. Allah Şükürlər olsun. bizi artırır. Amin. Allah güc versin hər birimizə. Allah utandırmasın bu yolda. Amin inşallah. Fitrə zəkatını verəcəyimiz
adamları necə ayrı edəcək? Burada bir çox məsələ var. Fitrə zəkatı Ceyhun müəllimin sözünə qüvvət öncə qohumlardan başlamalıdır, imkansız olan. Əgər bir adam kimlərə daha çox verilir? Bir adam bir il içərisində öz ailəsini, özünü dolandıra bilmirsə, günlük ehtiyacını ödəyə bilmirsə, tələbatını ödəyə bilmirsə, o zaman o fitrə zəkatına layiq olan insanlar olur, onlara fitrə zəkatı düşür. Bu birinci qohumdan başlayır, sonra ətrafdakı o yaşadığı ərazidəki, məhəllədəki qonşulardan, daha sonra digər insanlar və burada bir şey İslamın tolerantlığını və mötədilliyini nəzərə çatdırmaq istəyirəm ki, fitrə zəkatı müsəlmanlarla yanaşı qeyri-müsəlmanlara da verilə bilən bir şeydir. Yəni, İslam dini bu mənada insanlığı kasıb olan, imkansız olan ehtiyac sahiblərini ön plana çəkir. Təbii ki, əvvəl üstünlük müsəlmanlara verilməli, daha sonra qeyri-müsəlmanlara. Hətta, əziz Seyidim, bir məsələ də var. Bəli. İnsanın evinə qonaq gələrsə, o qonağın da fitrə zəkatı verilməlidir. O ev sahibinin üzərinə düşür. Gələn qonağın hansı dindən olması və ya inancsız olmasının heç bir fərqi yoxdur. Bu mənada görürük ki, fərq qoymadan insanlar arasında o insanların adına da zəkat çıxarılır. Həm onlara zəkat verilə bilir, yəni ehtiyac sahibləri, həm də qonaq gəlirsə, onun adına da fitrə çıxarılmalıdır deyə belə bir şey var. Çox maraqlıdır, təbəssüm üçün deyim. İndi biz fitrə axşamı deyirik də, elə arasında. Biz fitrə axşamı Space televiziyasındayıq. Space televiziyasının rəhbərinin işi çətinə düşməyəcək ki, elə söylədiniz dinin prinsiplərinə görə. Buyurun, davam edin. Biz artıq ev sahibi kimi sizdən bir yerdə ailədən işi. Şəhər gələn mən rəhbərliyə bildirim bunu. Bəli. Deməli, buna çox diqqət eləmək lazımdır. Bir də ola bilər ki, bir adam fitrəni verir, sonra müəyyənləşdirir ki, o adam ehtiyac sahibi deyilmiş. Bu da ola bilər. Əvvəldən ehtiyac sahibi kimi tanıyır, sonradan müəyyənləşdirir ki, ehtiyac sahibi deyilmiş. Ya ala bilirsə o fitrəni geri alıb ehtiyac sahibinə verməlidir, ya da ala bilmirsə yenidən fitrə çıxarmalıdır. Verdikdən sonra çətin alacaq. Verdikdən sonra yenidən fitrə çıxarması vacibdir. Minnətdaram. Nurlu qardaşım, necəsiniz? İnamın işığında mənəvi mühitdə bir ruh varmı? Əlhamdülillah, çox şükür. Səhər erkən, siz dediyiniz kimi mələklərin nazil olduğu etdiyi bu gözəl günlərdə mən belə düşünürəm ki, bəlkə də haşiyədən kənar olacaq. Estağfurullah. Namazın bir qiyamı var. Biz bunu Ramazanın ilk 10 günlüyü hesab eləsək, namazın rükusu var. Bu Ramazanın orta 10 günlüyü və namazın bir səcdəsi var. Bu da Ramazanın son 10 günlüyü. Namazın ən önəmli yerlərindən biri, yəqin ki, digər qonaqlarımız da təsdiqlər, namazın səcdəsidir. Ramazanın da ən önəmli günləri onun son 10 günlüyüdür. Bu gözəl günlərdə sizinlə bərabər olmaq, İnam komandası ilə bərabər olmaq, xalqımızla canlı yayımda bərabər olmaqdan məncə böyük bir sevinç, zövq ola bilməz. Allah razı olsun. Allah razı olsun. Fitrə zəkat, minnətdarım xoş sözlərinizə görə. Biz də sizin kimi nurlu, din, dövlət adına mücadilə verən və o möhtəşəm məscidin imamı olaraq burada iştirakınızdan məmnunuq. Fitrə zəkatını verərkən biz nələrə diqqət etməliyik? Hansı xırdalıqlar var ki, daha həssas davranmalıyıq? Ola bilər, qarşı tərəfin qəlbinə deyə bilərik, könül dünyasını qıra bilərik. Bu çox ciddi, həssas məqamlardan, elə bəlkə də birincisidir millət vəkilim. Çox önəmli məsələ. Buyurun. İlk öncə kiçik bir əlavə etmək istəyirəm. Biz diqqət eləsək, fitrə zəkatı sözündə fitrə kəlməsi var. Fitrə kəlməsi fitrətə uyğunluq deməkdir. Doğrudur. İnsanın yaradılışına, fitrətinə uyğunluq deməkdir. Həmçinin fitrə zəkatının, buna sədəqə də deyirlər, fitrə zəkatının çıxarılma, verilmə səbəblərindən biri Ramazan orucunu tutmuş insanın Ramazan içərisində etdiyi xətaların, naqis cəhətlərin sanki bərpası, onun təlafisi kimi
nəzərdə tutulan bir şeydir ki, oruç tutan kimsənin naqisliklərini aradan qaldırıb və bununla bu zəkat ilə onun əvəzini yerinə yetirmiş olsun. Fitrə zəkatı verərkən diqqət edəcəyimiz xüsuslardan biri qarşı tərəfin ehtiyaclarını nəzərə alaraq. Məsələn, özüm evdə bayram süfrəsi açıram, adət ənənəyə uyğun, məişətimizə uyğun, amma mən aparıb ehtiyac sahibinə buğdanı, arpanı və yaxud da ona bənzər şeyləri verməyim doğru olmaz. Məsələn, mən düşünüm ki, 3 kilo, 5 kilo arpanı, buğdanı mən aparım bina evində yaşayan bir adama necə verim? Doğrudur. Yəni, nəzərə almaq lazımdır ki, o insan da fitrə zəkatı çıxaran şəxs kimi bayram etməlidir. Özümüz süfrəmizdə hansı süfrəni açırıqsa, bayrama necə hazırlıq görürüksə, ehtiyacı olan kimsələr də o şəkildə verməliyik. Həmçinin də onların qəlbini incitmədən, ən gözəl üslubla, ola bilər ki, onu bir hədiyyə şəklində, ola bilər ki, onu bir gözəl bir ehtiramla, hörmətlə və yaxud da onun qəlbinə dəyərsə, başqa birisini bir araya qoşaraq, usuluna uyğun olaraq bu şəkildə verə bilərik ki, o da inciməsin. Təşəkkür edirəm, minnətdaram. Layiqli bir başlanğıcdır. Rıza müəllim, mən uzun illərdir ki, təşviq üçün deyirəm, fitrə zəkatını verərkən onun üzərinə ən gözəl qoxuları ailəcə biz edirik deyəsən, bölüşmüşəm bunu sizinlə. Bu nümunə necədir? Çox önəmli bir mövzudur. Əslində fitrə zəkatı həm cəmiyyətdə sosial bir bərabərləşmə, sosial rifahın yaxşılaşması üçün edilən bir ibadət növüdür təbii ki. Çox önəmli bir xüsusa həm dəyərli müəllimlərimiz, dəyərli insanlarımız xüsusi yerlərə, xüsusi nöqtələrə toxundular. Həm fitrə zəkatını verərkən qarşı tərəfin könlünə dəyməmək və yaxud da ki, şəriətimizin belə deyək, qoyduğu ölçü 10-15 manatdır. Biz düşünməyək 10-15, bu minimum həddidir. Biz gücümüz çatdığı qədər necə ailəmizdə o gözəlliyi yaşaya bilirsə, qarşı tərəfə də o bayramı yaşaya bilmək üçün o fürsətlərdən belə deyək, istifadə etməli və düşünməliyik ki, bunun mükafatını Rəbbimiz verəcək. Çox öncə incə bir məsələni qeyd elədiniz ki, bununla bağlı nümunəmiz var. Xanım Fatimə, Allahın salamı olsun, anamız o sədəqəni verərkən onu gözəl qoxularla, gözəl ətirlərlə verərdi. Sonra sual etdiyi zaman buyurdu ki, mən düşünürəm ki, bu fitrə, bu verdiyim sədəqə o ehtiyacıya çatmamış Allahın qüdrət əlinə keçəcək. Ona görə də biz etdiyimiz əməli elə gözəl şəkildə verməliyik ki, o qarşı tərəfdə onun qəlbinə və ruhuna toxunmasın və xüsusən də bu bayram günlərində o könülləri almaq elə ən böyük hədiyyədir. Təşəkkür edirəm. Bizim çoxlu suallarımız var. Mükəmməl cavabları aldım və fitrə zəkatı ilə bağlı ilkin anlayış olaraq düşünürəm ki, xalqımızın bu verilən cavablar təmin etmişdir. Dərhal suallardan qəbul edək. Səsli mesaj, buyurun xanım redaktor. Mən də fitrə haqqında soruşmaq istəyirəm. Yəni, mən də oruç tutmuşam. Deyirlər ki, fitrə verməsən, sizdə orucun qəbul olunmur da, mən özüm işləmirəm. Yəni, imkanım da yoxdur. Yəni, mən verməliyəm, yoxsa necə? Təşəkkür edirəm. Ceyhun müəllim, buyurun. Yəni, fitrə zəkatı belədir ki, gündəlik azuqasını təmin edə bilən ehtiyaclarını... Çox istəyirəm, xanım redaktor bunu şəxsən ünvanlayırsa ki, birini canlı efirə daşıdıq deyir. Ceyhun müəllim bunun izahını ayrıcı olaraq versin ki, bu tipli çoxlu sayda suallar var və digər izləyicilərimiz inciməsinlər. Biz ümumiləşdiririk. Buyurun, hörmətli millət vəkili. Yəni, ümumiyyətlə biz bu prosesə baxanda bilirik ki, İslamda müxtəlif zəkat növləri var. Tutaq ki, zəkatda konkret bir məbləğ müəyyənləşdirilibdir, amma fitrə zəkatında belədir ki, gündəlik ehtiyaclarını, azuqasını təmin edə bilən hər bir ailənin bunu yerinə yetirməsi şərtdir və vacibdir. Əgər özünün ehtiyaclarını həqiqətən təmin edə bilmirsə, özünün ciddi bu ərzaqa ehtiyacı varsa, çətin bir vəziyyətdədirsə, ona görə narahat olmasın. Burada söhbət gedir özünün imkanı olan, maddi rifahı yəni yetərli olan, bayramı normal formada keçirməyə imkanı olan, özünün ehtiyaclarını, ailəsinin ehtiyacını ödəyə bilən insanlardan. Əgər belə bir ehtiyac yoxdur, özündə varsa, onun verməsi vacib deyil, özünü sıxmasın. Və bir də mən bayaq demək istədim, bir də bir tövsiyəni fürsətdən istifadə edib vermək istəyirəm ki, tövsiyə edirik ki,
insanlar elə bu günlərdən artıq başlasınlar. Çünki mən tez-tez rastlaşıram ki, Bəli. çatdıra bilmirlər. Yəni bu fitrədə bir çox önəmli məsələ var. Bayram namazına kimi çıxarılmalıdır. Bəli. Yəni bayram namazından sonra çıxarılarsa, bu artıq sədəqə olaraq Yəni bu günlərdən gedir. çıxarmaq olarmı? Əlbəttə ki, yəni Ramazan ayında çıxartmaq olar. Ramazanın son günlərində, yəni xüsusilə də indi biz bayrama bir gün, iki gün qalır. Mən bunu nəyə görə deyirəm? Çünki adam var ki, indidən bayram üçün ərzaq alır. Bayram üçün süfrə təşkil eləmək üçün artıq hazırlaşır. Bəli. Ona görə yəni onun da İslamın da yanaşması odur ki, bayram axşamı artıq çıxarılmalıdır. Yəni biz indi belə götürsək ki, 29-u artıq sonuncu gün biz oruç İnşallah Allah tuturuq. qovuştursun. İnşallah ən sonuncu gündür və həmin gündə də onlar çıxarsınlar ki, insanlar da bayramları ona uyğun eləsinlər. Fərq mənim digər görüşdə münasibət necədir? Digər görüşdə biraz fərqlidir. Söyləyin. Yəni Əhl-i-Sünnə məktəbində bildiyim qədərilə Ramazanın içərisində vermələri mümkündür. Amma Şiə məktəbinə görə bayram axşamı iftar ki olur. Yəni belə deyək ki, 29 axşamdan. 29 axşamı sonuncu iftarda o fitrə çıxarılmalıdır. Bayram namazına qədər verilməlidir. Amma adam bayram namazına gedə bilmirsə və ya getmirsə, günorta namazına qədər onu verə bilər. Təşəkkür edirəm. Bu vəhdət cavabı idi. Buyurun. Sevirəm belə vəhdət cavablarını. İbrahim Fəthullayev yazır. Sual. Bayram axşamı qohumlarımız özləri bizə gəlir. Mən də dəvət etməmişəm. Maşallah, düz edirlər. Onların fitrəsi mənə vacibdirmi? Şahik müəllim. YouTube-dan yazıblar bunu. Bəli. İnamın YouTube kanalından. Bu vəziyyətdə artıq şəxs özü vicdanla qərar verəcək. Özünə mi bağlıdır seçim? Bəli, seçim artıq onun özünə Amma qalır. hökm deyildir. Yox, belə bir hökm düşünmək olmaz. Çünki bir nəfər olsa yenə bunun öhdəsindən Özü gələ deyir, bilər. dəvət eləmirəm. Burada məktəb yanaşması var. Bəli. Yəni bir məktəbin yanaşması, yəni Faiq müəllim toxundu. Belə bir yanaşma var, amma digər yanaşmada belə bir vacib şərt Belə bir öhdəlik yoxdur. Yoxdur. Çünki evə 10 nəfər adam gəlib, bəlkə o adamın imkanı yoxdur. Yəni Bu da anlaşılan. digər bir görüşdə yanaşma fərqlidir. Yəni dəvət eləyibsə vacibdir vermək. Yəni amma ona görə də burada bəzən indi insanlar müəyyən mənada narahatlıq da keçirirlər. Bu asılıdır vəziyyətdən də imkanlar. Buyurun, Rıza müəllim. Vurğuladığım kimi bu məktəblərə, görüşlərə görə dəyişən bir fikirdir. Ancaq biz unutmamalıyıq ki, fitrəni o adamlar verir ki, o insanların imkanı var. Təbii ki, imkanı çatmayacaqsa, 10 nəfərin də fitrəsini verməyəcək. Təşəkkür edirəm, layiqli bir cavabdır. Ancaq bu mənə çox təsir edir. Mən dəvət etməmişəm, ancaq gəlirlər. Mən yeri gəlmişkən bir məsələyə toxunum. Bu, mən bayaq nəyə xatırladım? Peyğəmbərimizin s.ə.v çox məşhur bir hədisi var. Deyir, mən kənə yu'minu minkum fəlyukrim dayfahu. Ümumiyyətlə, İslamda qonaq qarşılamaq, qonağa diqqət göstərmək, qonağa həssas yanaşmaq müsəlmanlardan tələb olunan bir məsələdir. Yəni, o həmin hədisdə də deyir ki, İslamın prinsipləri. Bəli, yəni iman gətirən hər bir insan mütləq öz qonaqlarına qarşı hörmətlə davranmalıdır, ehtiramla davranmalıdır. Bəzən insan istəmədən də bu baş verə bilər, amma dinimizin prinsiplərini də nəzərə alaraq bizdə də deyir, nə deyirik? Qonaq Allah qonağıdır, ona görə nəzər almaq lazım. Ən azı sevmədiyini belə yola verməlisən. Fiqurə Həsənova yazır. Salam, sizə bir sualım olacaq. Xahiş edirəm, cavablandırasınız. Fiqurə xanım, cavablandırırıq. Körpə uşaqlara da fitrə düşür və ya yaş həddi varmı? Qabaqcadan sizə təşəkkür edirəm. Şahik müəllim? Nəinki körpə uşaqlara, indi ən azı Əhl-i-Sünnə məktəbində belədir ki, hətta doğulacaq ana bətnində olan uşaqlara belə fitrə zəkatı çıxarmaq vacibdir. Yəni. Faiq mənim digər Vəhdət cavabıdır, eynidir. Nə yaxşı vəhdət olur. İnanın, mənə çox rahat olur. Əslində, Seyidim, məktəblər arasında çox böyük bir fərq yoxdur. Bir tək namazın Ənənəvi Azərbaycanda iki görüş vardır, açıq söyləyək. Bəli. Çoxluq iki görüşdür. Biz də Azərbaycanın o tolerantlıq dinin bütün aynasını burada formalaşdıra bilmişik. Bundan da mən çox məmnunam. Allah razı olsun. Aytən Abbaszadə yazır. Salam, sabahınız xeyir. Sabahınız xeyir Aytən xanım. Bəzi dindarlar deyir ki, fitrə hökmən ərzaq şəklində verilməlidir, pul şəklində verilə bilməz. Bunun hansı düzdür? Hörmətli millət vəkilim. Demək,
bu məsələ ilə bağlı bəli, bir neçə görüş var, bir neçə alimlərin yanaşması var. Bir qism, yəni hətta əhl-i-sünnə məzhəbləri arasında da israrla bunu vurğulayırlar ki, Peyğəmbərimizin s.ə.v dövründə də bu yalnız ərzaqla verilibdir və ona görə biz çalışmalıyıq ki, ərzaqla verək. Yəni bu bir qrup alimin yanaşması. Görüşlərdir. Bəli, amma müasir alimlərin yanaşması ondan ibarətdir ki, müasir dövrdə bu pulla da verilə bilər. Çünki bilirsiniz, bayaq əslində burada qeyd olundu. Məsələ nədir? Siz gətirin mənə 3 kilo arpa verin, buğda verin. Ya 3 kilo xurma verin, ya 3 kilo düyü verin. Bir də mənim başqa ehtiyaclarım var. Mən tutaq ki, ət almalıyam. Mən tutaq ki, başqa qida almalıyam. Daha ciddi tələbatlar var. Ona görə bunu nəzərə alaraq, müasir alimlər bunun vəsait şəklində verilməsinə normal yanaşıblar və bununla bağlı da çoxlu sayda fikirlər var. Ona görə burada narahatçılıq üçün əsas yoxdur. Çünki mən bir daha onu deyirəm ki, ehtiyac nədir, o olmalıdır. Mən məsələn buğdanı verdim, mən bayramda buğda ilə nə edəcəm ki? Yəni məntiqlə elə ona görə ona əsaslandırırlar ki, vəsait verək, nə ehtiyacı var, getsin. Minnətdaram. Kiçik əlavə eləyə bilərəm. Əslində tarixə baxsaq, orta əsrlərdə pulun çox ərəb cəmiyyətində pulun çox önəmi olmayıb, natural təsərrüfat olub da. Yəni mal vasitəsilə, bəli, bunu diqqətə almaq lazımdır. Mal vasitəsilə alış-veriş eləyiblər. Məsələn, biri buğdayla arpanı dəyişdirib və ya nə bilim xurmanı dəyişdirib. Ona görə daha çox mal üzərindən nəzərdə tutulub. Amma artıq günümüzdə pul kifayət qədər yayılıb yəni. Mükəmməl bir cavab hər ikinizin də. Salam olsun sizlərə. Adım Etibardır. Təşəkkür edirəm Etibar. Xahiş eləyirəm, haqqınızı halal eləyəsiniz. Mən komandamız adına haqqımızı halal edirəm. Sizə bir sualım var. Mən səhər imsaka ailə bilmədim və orucumu tutmadım. Yəni bu səhər. Sadəcə olaraq tuta bilmədim. Kəffarəsi varmı? Rıza müəllim, buyurun. Seyyidim, biz İnanın YouTube kanalına yazılıb. Hədislərimizə Seyyidim, baxdığımız zaman sahurda bərəkət var deyə bir hədisimiz var. Ümumiyyətlə, sahura durmağın önəmi çox önəmlidir. Ancaq qəsdən hər hansısa bir səbəb olmadan pozubsa, Cəfərin məzhəbinə görə, yəni Ramazan bitdikdən sonra 60 gün və ya hər hansısa bir ehtiyacını ödəməlidir. Bu oyunda bir haqq olaraq qalır, səbəbsiz yerə tutmayıbsa. Şahid müəllim, digər görüşdə də məncə eynidir, yoxsa? Məsələ burada ondan ibarətdir ki, yəni bu adam heç oruca başlamayıb, onu tutmayıb. Yəni buradakı məsələ tutub... Yox, adam oruç tutursa, tutaq ki, səhər... Tutub pozarsa... Yox, imsaka dura bilməyibsə... Bu artıq orucuna davam etməli idi. Artıq burada tutub pozmayıb axı. Yəni tutulmamış bir əməli pozmayıbsa, onu ancaq qəza edər. Yox. O əgər qəsdən onu eləyibsə, yəni söhbət ondan gedir ki, o yəqin onu deyir ki, hər gün oruç tutulur. Yəni yatıb qalıb tutmur. Bu artıq 60 gün onun qəzasını tutmalıdır. Çünki onu bilərəkdən qəsdən edilmiş bir şey. Qəsdiyyəti vardır. Bəli, yəni fikirlər, yanaşmalar eynidir. Təşəkkür edirəm. Yəqin siz nəzərdə tuturdunuz, yəni ümumiyyətlə başlamamaq mənası. Yox, yəni başlamayıb oruca və onu da pozmayıb, belə deyək. Başlayıb pozsaydı gün ərzində, o zaman həm bir gün qəzasını tutmalı idi, həm də 60 gün kəffarəsini yerinə yetirməli. Yox, burada bir anlaşılmazlıq yarandı. Qısa bir cavab istəyəcəm. Çünki 10 minlərlə suallar var. Adam oruç tutur və səhər oyanıb, imsaka durmayıb və orucunu da davam etdirməyib. Bunun cəzası nədir? Bir gün qəza. Bir gün qəza. Seyyidim, adam oruc tutursa, günü hər gün tutur. Amma ortada qəsd niyyəti varsa? Yox, qəsd niyyəti olduğuna görə 60 gün tutmalıdır. Əgər o sahara durmadan belə imsakın orucuna davam edə bilər. O anlaşılandır. Ancaq bilərəkdən artıq yemək yeyirsə, təbii ki, boyuna bir kəffarə gəlir. Onda da 60 gün oruç mu tutur? Cəfərlikdə də digər görüşlər. Ya da 60 nəfər doyurmalıdır. Valla bundan yaxşısı odur ki, elə saatı vaxtında qur namazını qılır. Yeri gəlmişkən biz onu da tövsiyə eləyək ki, görünür o bizim izləyən tamaşaçı elə bilir ki, əgər sahura qalxmayıbsa, oruç tutmamalıdır. Ola bilir, belə hal bəzən insan yatıb qalıbdır. Yəni, əgər dura bilməyibsə də, orucuna davam edə bilərdi. Yəni, sahur vacib deyil. Yəni, onu əsas götürməsin ki, mən durmadım və ona görə də mən tutmamalıyım. Elə bir qayda yoxdur. Vəhdət cavabı da demək ki, eyni.
cavabdır. Hər iki görüşün. Buyurun növbəti sual. Səsli mesaj. Salam aleyküm, hər vaxtınız xeyir olsun. Demək bir sualım olacaq. Belə bir propaganda yayılıb ki, güya İslamda qadınların məscidə getməsi qadağandır. Belə bir hədis-i şərif ortaya atırlar ki, uydurma hədis-i şərifdir. Peyğəmbər əleyhissalam güya qadınlara məscidə getməyi qadağan edib. Bununla bağlı görüşlərinizi deyə bilərsiniz. Bu zehniyyətə sahib olan insanlar haqqında nə düşünürsünüz? Təşəkkür edirəm. Əslində çox mükəmməl bir sualdır. Hörmətli millət vəkilim, siz ilahiyyatçı alimsiniz. Təşəkkür edirəm. Demək, belə bir qadağa yoxdur ki, qadın məscidə gedə bilməz. Yəni, bununla bağlı nə hədis yoxdur, nə Quran ayəsi yoxdur. Sadəcə qadınların məscidə gedib ibadətləri yerinə yetirməsi, məsələn, cümə namazı vacib deyil. Amma tutaq ki, kişilərlə bağlı bu məsələ fərqlidir, cəmaat namazı ilə bağlı fərqlidir. Burada sadəcə məsələ nədir? Bəzən bu məsələlər çox müzakirə olunur. Yəni, məscidlərdə qadınlarla kişilərin çox bir-biri ilə qarışması ehtimalı var. Bəli, tövsiyə olunmur. Ona görə burada bir qadağa yoxdur. Amma indi bizdə vəziyyət necədir? Çox şükürlər olsun. Çox ölkədə belədir. Məsələn, məscidlərdə şərait vardır. Bəli, yaradıblar. Kişilər üçün ayrıdır, qadınlar üçün ayrıdır. Sadəcə burada onu nəzərə almaq lazımdır ki, görünür İslam dini qadınların evdəki öhdəliklərini, evdəki vəzifələrini də nəzərə alaraq onların yəni bu məscidə getməsi ilə bağlı məsələyə biraz fərqli yanaşıbdır. Amma burada qadağa məsələsi kökündən yanlışdır. Təşəkkür edirəm. Digər görüşdə münasibət necədir? Çox qısa cavablar istəyəcəm. Suallar çoxdur. Ən çox qadınları məscidə təşviq eləmək lazımdır. Sadəcə belə bir anlayış var. Cümə və bayram namazlarında kişilərin həddən artıq çox məscidləri doldurduqlarına görə qadınlara bu mənada bir güzəşt olunur. Onların haqlarına sayğı və ehtiramdır. İslamın göstərdiyi qadın haqlarının, qadın hüquqlarının müdafiəsi deməkdir. Təşəkkür edirəm. Növbəti səsli mesaj xanım redaktor. Salam aleyküm, hər vaxtınız xeyir olsun. Mən də qabaqdan gələn Ramazan bayramı münasibəti ilə sizi təbrikləyirəm. Çox sağ olun, əziyyət çəkmirsiniz, neçə vaxtı maarifləndirirsiniz bizi. Mən bir şeyi aydınlaşdırmaq istəyərdim. Mən ailə ayrılıb, uşaqlar anası ilə qalır. İndi mən fitrə zəkatı çıxardanda tək özüm üçün çıxarmalıyım, yoxsa ailə nəzərə alınmalıdır? Xahiş edirəm, cavablandırarız. Təşəkkür edirəm. Şahik müəllim. Bu da çox maraqlı sualdır. Bəli. Çox adamları düşündürür, çünki bənzəri çoxdur. Birini veririk canlı efirə. Artıq xanım başqa bir ailədir, kişi başqa bir ailədir. Amma övladların öhdəliyi atanın üzərindədir. Dolayısıyla övladların fitrəsini çıxarar, xanımın isə özü çıxarması daha uyğundur. Xanımın da fitrəsini çıxarsa nə olar? Yəni artıq onun üçün o sədəqə olar. Öhdəlik deyil, amma onun üçün sədəqə olmuş olacaq. Faik müəllim, digər görüşdə. Bilirsiniz Seyidin, burada ehtiyacını ödəmə məsələsi var. Əgər o xanım ana olduğu üçün bilirsiniz ki, dövlətdə aliment vermə var. İslam dinində də bunun qarşılığı var təbii ki. Həm uşaqlara, həm də anaya, uşaqların anasının geyimi, ondan sonra tələbatları ödənməlidir İslama görə. Əgər o öhdəlik kişinin üzərindədirsə, o zaman xanımın da fitrəsini verməlidir. Yox, əgər o qadın o öhdəlikdən imtina edib, özünü dolandıra bilirsə, qadın öz fitrəsini verə bilər. Amma uşaqların fitrəsi eyni, məktəblərdəki eyni cavabdır. Uşaqların fitrəsi mütləq kişiyə aiddir. Təşəkkür edirəm. Allah Teala bu əziz gündə ailələri birləşdirsin. Amin inşallah. Allah Teala bu əziz gündə əgər ayrılmaq ərəfəsində olan ailələr varsa, Rəbbim onları ayrı salmasın. Allah onların qəlbinə, könlünə iman işığı ilə birləşdirmək, vəhdət halında ailə qalasını dağıtmamaq üçün birlik və bərabərlik, sevgi ihsan etsin. Qoy bu cümə Ramazanın sonuncu cüməsi dualarımız ərşə ucalsın. Qoy Allah Teala ərşdə qəbul etsin. Buyurun xanım redaktor. Xeyirli olsun inşallah.
tutduğunuz oruclarınız Allah qəbul eləsin. Qarşıdan gələn bayramınız da mübarək olsun. Zəhmət olmasa mənim bu sualımı səsləndirərdiniz, xahiş edirəm. Mənim qəzalarım var, amma bayramdan neçə gün sonra onu tuta bilərəm. Bayram vaxtı tutmaq haram olduğunu bilirəm. Sadəcə bilmək istəyirəm ki, bayram 1 gün, 2 gün, yoxsa 3 gün ərzində yəni keçirilir. Mən qəzalarımı neçə gündən sonra tuta bilərəm. Çox sağ olun. Minnətdaram. Allah sizdən razı olsun. Allah bütün xalqımızın, dövlətimizin, bizi izləyənlərin bayramına mübarək qərar versin. Rıza müəllim, Azərbaycan xalqı inançlıdır. Hansı cür həssas məqamlara belə diqqət yetirilir, hakim kəsilirlər. İnamın işığında bizlərə inanırlar, etibar edirlər. Yad təsirlərdən qorunmaq, cəhalətdən, xurafatdan xilas yolu da öz dövlətimizin, öz xalqımızın birlik və bərabərlik içərisində dini mühitdə, inamın işığında verdiyi mesajlar öz nəticələrini verməkdədir. Buyurun. Bəli Seyidim, yəni bu bacımızdan sualına görə təşəkkür edirik, həssasiyyətinə görə. Ramazan ayı bitdikdən sonra, təbii ki, biz o bayramı da bitirdikdən sonra Şəvval ayı gəlir və Şəvvalın ilk 6 günü də təkid olunan müstəhəb, yəni savab məqsədi ilə tutulan oruclar bəyənilən oruc günləridir. Həmən günlərdə və ya başqa günlərdə həmən o qəza orucunu yerinə yetirə bilər. Fərqli günlərdə tuta bilər. Yəni şərt deyil ki, həmən Ramazandan sonra bitirsin. Digər görüşdə. Təşəkkür edirəm. Ramazan bayramı bir gündür. Bir günü bayram etdikdən sonra onun üzərində vacib olandır ki, qəzalarını tutsun. Bəli. Müstəhəbləri isə daha sonraya saxlaması daha məsləhətdir. Çünki ömürdür, vəfa etməyə bilər. Ona görə qəzalarını önə salması lazım. Bayramı bir gün keçirdikdən sonra artıq qəzalarını tuta bilər. Təşəkkür edirəm. Yəni, digər günlərdə də tuta bilər də. Yəni, belə bir hökm deyildir ki, bayramı keçirsin, dərhal səhəri tutsun. Sadəcə ömür, biz dua edək ki, Allah xeyirli ömür versin, sağlam ömür versin və neçə-neçə 10 illər dəyərli izləyicilərimiz bayram qəza etməsinlər, amma olur bu başa düşüləndir, qəzalarını bayramdan sonra rahatlıqla icra edə bilərlər və yenə də belə bir dua edim, hörmətli millət vəkilim, hər gün bunu edirəm, bilirsiniz, Allah qəzalarımızı cəza ilə əvəzləməsin. Qoy dualarımız qəbul olsun. Buyurun, xanım redaktor. Salam aleyküm, hər vaxtınız xeyirli olsun. Allah Teala qılınan namazları, tutulan orucları qəbul eləsin inşallah. Mənim belə bir sualım var. Deməli, mənim xalam bilmək istərdi ki, övladı dünyasını dəyişib. Yəni, tutduğu orucdan, qıldığı namazdan dünyasını dəyişən övladına savab yazılırmı? Bunu bilmək istərdi ki. Allah rəhmət etsin. Allah axirətini xeyirli qərar versin. Belə bir dua edək sübhün erkən çağında. Allah şəhidlərimizə rəhmət etsin. Allah Teala xalqımıza dərd verib, dərman axtartmasın. Allah Teala çiyinlərdə övlad tabutu apartmasın. Həzrəti Məhəmmədi Mustafa eşqinə qoy günümüzün ən keçərli duasına çevrilsin inşallah. Fakimən, buyurun. Əslində, belə bir fikir var ki, uşaq dünyasını dəyişəndə qiyamət günü ata-anasına şəfaətçi olar. Bəli. Yəni, uşaq əslində ata-anası üçün bir şey Allahdan günahların bağışlanmasını istəyər. Yəni, uşaq dünyasını dəyişibsə, əslində günahsız hesab olunur. Həddi büluğa çatmadan dəyişibsə. Yəni, istəsə insan öz dualarında deyə bilər. Dualarında deyə bilər. Təbii ki, savab bağışlama və ya ehsan edib onun savabını bağışlama kimi belə bir şey də var, mövcuddur. Varmı? Yəni, savabını diləmək? Yəni, savabını, vəfat edənin adına... Amma oruc ibadəti fərdidir. Oruc deyil, vəfat edənin adına ehsan verər, sədəqə verə bilər. Sədəqə verər, bəli. Məncə, bu ortaq cavabdır. Üzərinə çox getməyək. Allah səbir versin. Allah heç kimə övlad ağrısı, acısı, dərdi yaşatmasın. Allah heç bir övladı da atasız, anasız, boylu pükük, kimsəsiz buraxmasın. Amin. Həzrəti Məhəmmədi Mustafa eşqinə, Quran eşqinə, Quran ayı eşqinə, hörmətinə. Sponsora keçid edək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var.
Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Taala bu mübarək gündə, mübarək ayda, mübarək cümədə sponsorlarımızın, xalqımızın, dövlətimizin, bizi izləyən YouTube kanalımızda, sosial şəbəkələrdə, ekran qarşısında bütün izləyicilərimizin ruhsini, xeylisi ilə bol qərar versin. Bəli, əziz qardaşlarım, hörmətli millət vəkilim, dəyərli dostlarım, suallarımız minlərlə deyil, 10 minlərlədir. Ona görə arıcıl qəbul etmək istəyirəm. Vaxtca çox azdır. Yəni bu an yox. 2 gün qaldı, səhv etmirəmsə də. Buyurun, xanım redaktor. Salam, sabahınız xeyirli olsun. Dəyərli ilahiyyatçılarımız, Allah sizdən razı olsun. Ramazan bayramınızı təbrik edirəm. Allah orucunuzu, dualarınızı, namazınızı qəbul eləsin. 2 sualım var sizə. Birinci sualım odur ki, Allah kimi istəsə hidayət edər, yaxud kim istəsə Allah onu hidayət edər. İkinci sualım isə odur ki, deyirlər ki, işlətmədiyimiz qablara, əşyalara, oxumadığımız kitablara və geyinmədiyimiz geyimlərə xumus düşür. Bu doğrudurmu? Təşəkkür edirəm. Çox maraqlı və düşündürücü bir sualdır. Millət vəkili sizdən başlayaq. Hidayyətçi alim, millət vəkili Ceyhun Məmmədov. Demək, Quranda belə bir ayə var. Biz həmişə deyirik ki, Allahın bir bəndəsinə verdiyi ən böyük nemətlərdən biri hidayətdir. Bəli. Və Quranda da bu qeyd olunur ki, Allah Taala kim istəyir, onu hidayət edir və onu öz yoluna yönləndirir. Və burada əlbəttə ki, bəndənin də bunu istəməsi çox önəmlidir. Yəni, bu məsələdə həm də bəndənin özünün də seçimi var. Bəzən görürsünüz, bəzi məsələləri qədərlə, qəza ilə bağlamağa çalışırlar. Amma burada məsələ belədir ki, tutaq ki, bugün bizim ölkəmizdə bu qədər maarifləndirmə gedir, təbliğat gedir və insanların seçimi var. Əməl edib, əməl etməmək. Amma bəzən də təbii ki, bu eyni zamanda Allahın hidayətindən də asılı olan bir məsələdir. Peyğəmbərimiz s.ə.v nə edərdi? Həmişə dua edərdi ki, onun ətrafındakı insanlar hidayətə gəlsinlər, imana gəlsinlər. Çünki bu olduqca önəmli bir məsələdir. Nə qədər düz yolda olan insan olarsa, bu bizim dinimiz üçün daha yaxşıdır və daha insanların tərbiyəsi, əxlaqı baxımından da önəmlidir. İkinci sualla bağlı məsələyə gəldikdə, bilirsiniz ki, bu Əli-Beyt məktəbində xümslə bağlı çox geniş bir yanaşmalar var. Yəni verilməsi ilə bağlı bir mövqe var. Bunu mən istərdim ki, Faiq müəllim cavablandırsın. Müəllim o hissəsini, Rıza müəllim. Təşəkkür edirəm. Rıza müəllim, Heydər Məscid imamı. Cəfərin məhzəbinə görə malın 5də 1-i deməkdir və illik qazancından qalan artığından verilir. Bizim evdə qabımıza, əşyamıza, gündəlik istifadə elədiyimiz əşyalara xumus düşməz. Təşəkkür edirəm. Buyurun, sözünüz var. İstifadə etmədiyimiz. İstifadə etmədiklərini. Əgər bir geyimi geyinmiriksə, qab-qazaq məncə o elə bir yanaşma yoxdur. Var mı elə bir yanaşma? Yanaşma yoxdur. Mən bilən də yoxdur. Onun heç bir dini əsası yoxdur. Təşəkkür edirəm. Ayaz Orucoğlu
YouTube kanalımıza yazır. Axşamınız xeyir olsun. Axşamınız xeyir Ayaz qardaşım. Seyidim, bütün kollektivinizi və gözəl qonaqlarınızı salamlayıram. Və aleykümə salam. Vacib namazlarından sonra zikirdə ilk Sübhanallahla başlanmalıdır. Ya necə mümkündürsə ardıcıllığı deyərdiniz. Şahik müəllim? Vacib namazlardan sonra biz bilirik ki, bu zikir Fatıma anamız onun adıyla bağlı, Allah'ın salamı onun üzerine olsun, onun adıyla bağlı bir zikirdir. Ona göre de Subhanallah, Elhamdülillah ve Allahu Ekber şeklinde devam edir. Bəli, təşəkkür edirəm. Fatimə Mustafayeva yazır. Salam, sabahınız xeyir. Sabahınız xeyir Fatimə xanım. Mənim qurbanım var. Qızım olanda dedim 7 yaşına kimi qurban kəsəcəm. Amma kəsəmədim. Qızımın 10 yaşı var. Neyniyə bilərəm? Faik müəllim? Kəsməlidir. İmkanı olduqda kəsməlidir. İmkanı olan kimi kəsməlidir. Təşəkkür edirəm. Xanım Məmmədxanova YouTube kanalımıza yazır. Salam. Salam xanım müəllimə. Bayram namazı qılınan saatda qədər niyyət edib oruç tutmalıyıq, yoxsa yox? Buyurun. Buyurun, Ceyhun müəllim. Buyur. Ümumiyyətlə bayram gənclərə yer verir. Bayram günlərində oruç tutmaq deyə bir anlayış yoxdur. Bəli. Tam tərsinə, Ramazan bayramında şirin şeylər yeyərək bayram namazına getmək müstəhəbdir, sünnət əməllərdir. Bəyəniləndir. Qurban bayramında isə kəsəcəyin ilk qurbanın ətindən yemə niyyəti ilə az qalma, oruc deyil. Özünü az saxlama bu bəyənilən əməllərdir. Rıza müəllim, digər görüşdə. Bəli, demək olar ki, oxşar cavabdır Seyidim. Nə olar belə cavab verin, Allah razı olsun. Burada bir həssas məqam var, bu qısa şəkildə onun üzərindən keçək. Cəmaatda belə bir fikir var ki, bayram namazına kimi oruç tutulmalıdır. Belə bir məsələ yoxdur. Yəni, sabahsı gün, tutaq ki, biz ayın 29-u sonuncu gündür. Səhər tezləndən artıq insanlar yeməklərini yeyə bilərlər. Mən üzr istəyirəm. Ona görə onu çəkinməsin. Siz hər kim var, dostu, qardaşlara görə. İstəmirəm bu Ramazanın 2 günü, 3 günü falanı deyim, amma bunu deməsəm qiyamətə qədər otub yanıram. Xarici ölkələrdə din adına iddia edən bir neçə mərkəzlər var ki, istəyirlər ki, bizim insanlarımıza desinlər ki, bayram namazından 3 gün sonra da oruç tutun. Bu İslamın prinsiplərinə uyğundur və bununla da bizə əzələ nümayiş etdirmək istəyirlər. Bunu da yaddan çıxarmaq olmaz. Bir də nüans söyləyim. İnsanlar bilməlidir ki, Ramazan orucu Ramazan ayında tutulur. Ramazan ayı isə sonuncu iftarla bitir. Artıq Şəvval başlayır. Bu bir mənalıdır. Təşəkkür edirəm. Günay Hacıyeva. Salam. Salam Günay xanım. Mənim qardaşım evlidir. Yoldaşı ilə Almaniyada yaşayır. Allah xoşbəxt etsin. Allah bütün xaricdə yaşayan vətəninə, dövlətinə, bayrağına, qalib sərgərdəsinə bağlı olan bütün övladlarımızı, doğmalarımızı Allah qorusun. Onların fitrəsini atan verməlidir burada, yoxsa? Buyurun Şahik müəllim. Əlbəttə ki, onlar ailədirlər, artıq müəyyən böyüyüblər, yaşa boya başa çatıblar və ailə sahibidirlər. Özlərində qazancı var. Ataları verməli deyil, atalarının öhdəliyindən. Amma versən olar? Yəni, sədəqə olacaq yəni. O, atanın üzərində vacib deyil artıq o. Hə, ata ödəyərsə sədəqə mi sayılacaq? Bəli. Elnara izləyicimiz YouTube kanalımıza yazır. Salam. Salam Elnara xanım. Cümə günü zöhr namazı ilə əsr namazı arası bir namaz qılmaq savabdırmı? Hər hansı bir namaz. Bəli, hər hansı bir namaz. Yəni, fərz namazdan başqa qılınan namazlar hamısı savabdır. Yəni, nafilə namaz. Yəni, orada elə bir qayda yoxdur. Hökm yoxdur. Elə bir hökm yoxdur. Amma qılırsa da xüsusi bir namaz yoxdur. Amma qılarsa yəni yox, bilirsiniz, namazlar belədir. Fərz namazlar var, nafilə namazlar var. Yəni tutaq ki, züha, duha namazı var, qiyam-ül leyl var, təhəccüd var. Bəli. Yəni namazlar hamısı müəyyənləşdirilib İslam tərəfindən, şəriət tərəfindən. Ona görə yəni burada elə bir dində, İslamda bir namaz növü yoxdur. İslam fiqhində də elə bir namaz növü yoxdur. Yəni zöhr namazıdır, tutaq ki, əsr namazıdır. İndi bilirsiniz ki, məzhəblərdə bir yerdə qılınır. Yəni və bir də yəni sünnət namazları var ki, bu hər namazda da qılına bilər. Amma xüsusi elə bir namaz yoxdur. Təşəkkür edirəm. Artıq yüzlərlə deyil, minlərlə deyil. O qədər suallar var ki, qısa cavablandırağın. Təranə xanım yazır. Biz 2 nəfərik. Fidyəni öncədən ehtiyacı olana əvvəldən vermişik. Bilmək istəyirdim ki, hökmən bayram günü verməliyik. Əvvəlcədən verdiyiniz fitrə
və vəcədən verdiyimiz fitrə qəbuldurmu? Xahiş edirəm, səsləndirin. Mən də öncədən xahiş edirəm, anlayışla qəbul edin, ehtiramla bildirim ki, cümləni tamamlayıb yazın. Çünki suallar minlərlə deyil, daha çoxdur. Təranə xanımın sualını Şahik müəllim cavablandırın. Bunun əslində cavabını verdi həmkarlar, yoldaşlarımız. Cavabı verildi. Bu, məncə, məktəblər arasında görə dəyişir. Əhl-i-Sünnə məktəbinə görə fərqi yoxdur, artıq onun fitrəsi qəbul olmuşdur. Digər məzhəbə görə isə... Bəli, buyurun. Rıza müəllim, siz cavablandırın. Seydim müəllimin də vurğuladığı kimi məzhəblərə görə, görüşlərə görə fərqli fikirlər var. Yəni, bayram namazının axşamı malından, ümumi xərcindən çıxartmalı, o verilməlidir. Bir məsələ bildirmək istəyirəm Seydim. Əslində, əgər bir adam, belə bir hökm də var Rıza müəllim bildiyim qədərinə, əgər bir adam borc veribsə kiməsə, və Ramazan içərisində və ya Ramazandan öncə borc veribsə, cəfərlikdə, çünki bu məsələdə bir şey oxudum, o borcu bayram günündə fitrə yerinə hesablaya bilər. Yəni, ona artıq verə bilər. Amma borc veribsə. Bu da bu görüşün münasibətidir. Əgər borc verməyibsə, yəni o fitrə olaraq artıq bayram... Çox üzr istəyirəm, əfrinizə sığınıram. Bakı vaxtı ilə əziz izləyicilərimiz, dəyərli qonaqlarımız, İmsak vaxtına 1 dəqiqə var, ona görə tamamlayağın və Bakı vaxtı ilə bizimlə imsak edənlər, biləsiniz, artıq 1 dəqiqənin tamamında imsak vaxtı bitir. Yəni ki, əziz qonaqlarımız su içə bilərsin. Yəni, narahatçılıq üçün əsas yoxdur. Əgər veriblərsə, artıq o qəbul edilir. Çünki biz bəzən insanlarda qarışıqlıq yaranmaması üçün, yəni narahat olmasın, bir yanaşmanı əsas götürərək, heç bir problem yoxdur, təzdən vermələrinə ehtiyac yoxdur. O sədəqə qəbuldur inşallah. Təşəkkür edirəm. Hər iki görüşün münasibəti idi bu. Artıq Bakı vaxtı ilə imsak vaxtıdır. Allah qəbul etsin. Salam dəyərli hacılar. Əgər mümkünsə, valideykümə salam. YouTube kanalımıza yazırıq. Çox xahiş edirəm. Mən sabah Goranboy rayonuna hüzürü yerinə getməliyəm. Vacibdir. Neçə kilometrdən sonra orucumuz açılır. Kəffarəm gəlir, yoxsa sadəcə qəzamı tutmalıyam. Nihat Facebookdan yazıb. Allah yerin göyün bəlasından qorusun. Allah bütün xalqımızı avtomobil qəzasından, təyyarə qəzasından, dəniz aşmalarından mühafizə edərək öz əmanətində saxlasın. Millət vəkilim, öncə sizin münasibət. Burada 2 yanaşma var. Yəni bir yanaşma ibarətdir ki, bəli, yəni 90 kilometr əgər məsafə qət edirsə, orucunu poza bilər. Bu bir görüşün münasibət. Bəli, yəni söhbət ondan gedir ki, indi biz buna bir neçə müzakirə eləmişik. Yəni, əvvəlki kimi səfərlər məşəqqətli deyil, ağır deyil. Ona görə özünə verilir və Quranda da, o Quran ayəsində deyilir ki, yəni, kim səfərdə olarsa və ya xəstə olarsa, onlar oruç tutmaya bilərlər. İzin vardır. Bəli, elə bir izni var, amma digər bir yanaşmaya görə isə orada başqa şərtlər var. Rıza müəllim, Heydər məscidinin imamı. Buyurun Seydim. Görüşlər fərqlidir. Biz bunu bir dəfə də müəllimlə bu mövzuda fikirlərimizi bildirmişdik. Talihin qismətinə bax, yenə bir yerdəsiniz. Yenə həmin mövzuda yeni sual oldu. Cəfəri məzhəbinə görə səfərə çıxan insan ya zöhr 22 kilometr şəhərin çıxışından sonra biz bunu xüsusi qeyd eləməliyik. Yəni şəhərin çıxışından sonra həddə tərəxxüs deyilən bir məsələ var. Onu çıxdıqdan sonra, getdikdən sonra zöhr namazına qədər çatarsa orucu olacaq və yaxud da zöhrdən sonra çıxacaqsa orucu bütöv halda tuta bilər. Əgər zöhr namazına qədər çatmasa, həmən günün orucunu Ramazan ayı bitdikdən sonra bir gün qəza edəcək. Təşəkkür edirəm. Bu hər iki görüşün münasibəti idi. Xanım redaktor, buyurun. Sabahınız xeyir. Bu gözəl bayram günündə sizi təbrik edirəm. Hörmətli, izzətli Cəmal müəllim. Mən sizə belə bir sual vermək istəyirəm. Mən nəvəmlə Bakıda qalıram. Nəvəm oxuyur. Atası onun, ailəsi onun pulunu, zəkat pulunu ödəyib. Deyin görüm, burada mən onun yenidən zəkat pulunu ödəməliyəmmi? Qabaqcadan sizə təşəkkür edirəm. Allah sizdən razı olsun. Allah dediklərinizə məni layiq qərar versin. Təşəkkür edirəm. Nənələr belə olar. Allah vəfat etmiş nənələrimizin, babalarımızın axirətini xeyirli etsin. Valideynlərimizin vəfat etmişlərinin Allah günahlarını keçsin. Allah sağlam olan ata və analara xeyirli, imanlı, bol ruzili, təqvalı ömür ehsan etsin.
Ceyhun müəllim, nənəmizə nə deyək? Nənəmizə birinci can sağlığı Amin, arzulayırıq. nə gözəl duadır. Allah həmişə onun O fitrə zəkatını imanını deyir təbii kamil ki. eləsin. Atası veribsə ehtiyacı yoxdur. Allah Yəni qəbul. o narahat olmasın. Ailə Allah- başçısı veribsə artıq yetərlidir. Allah o nəvəni də soyuna, bütün nəvələri dininə, dövlətinə, soyuna uğur gətirənlərdən qərar versin. Hörmətli xanım redaktor, buyurun. Olsun Seydim. Qarşıdan gələn Ramazan bayramınızı təbrik edirəm. Allah razı olsun sizdən. Bütün oruçlarınızı, namazlarınızı Allah qəbul eləsin inşallah. Mənim bir sualım var idi. Mən hər gün xiftə namazından sonra tövbə namazı qılıram, 2 rükət, 7 qulfallahla. Mənə deyirlər ki, günah sayılır. Sən hər gün tövbə namazını qılmaq düzgün deyil. Bunu bilmək istəyərdim ki, doğrudur, yoxsa günahdır. Bunu bilmək istəyərdim. Təşəkkür edirəm. Allah təala bu əziz gündə, müqəddəs cümə gününə xatir bütün tövbələrimizi xeyirlisi ilə qəbul etsin, günahlarımızı kessin. Şahik müəllim? Belə bir namazı qılmasında heç bir problem yoxdur. Yəni bu namazdır, Rəbbinə səcdədir. Ona görə də narahat olmasın, yəni namazlarına davam eləsin. Bəs o deyənlər kimdir ki, siz yanlış edirsiniz, siz günah edirsiniz? Bəlkə həmin adamlar özləri günah edir. İnsanların duyğularını istismar edir. Orada bir önəmli məqam var. Yəni Bəli, buyurun. xüsusi bir tövbə namazı adlı namaz yoxdur. Yəqin ki, o 2 rükət nafilə hansısa bir namazı qılır. Sonra da Allaha Bunun üzr istəyirəm. İndi mən ilahiyçi deyirəm. Buna nə pisdir adam? Heç bir orada problem yoxdur. Sadəcə yəni orada biz bayaq da dedik. Bəli. Yəni İslamda namazlar, ibadətlər konkret müəyyənləşdirilibdir. Çox üzr istəyirəm, məhfizə sıxıram. Çünki azan vaxtıdır. Hər gün sualı cavablandırarsınız. Əzandan sonra biz ənənəvi 2 azan səsləndiririk. İndi isə bugün növbə Hacı Rıza Rızayevindir. Heydər məscidinin imamı bizim gözəl qardaşımız. Bakı vaxtı ilə əzan vaxtıdır, əziz izləyicilərimiz. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen veliyullah. Eşhedü enne Aliyen hüccetullah. Hayya alassalah. Hayya alassalah. Hayya alal falah. Hayya alal falah.
على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله وصلى الله على سيدنا محمد وآله وسلم. Teşekkür ederim Əzizurlu qardaşım, buyurun. İndi isə duanıdır. Allah qəbul etsin. Ey sonu gəlməyən əbədi, ey aləmləri nizamla idarə edən, yoxdan var edən, dağları, dərələri, dənizləri, dənizlərin qoynundakı balıqları bəndəsinin mənafiyinə, xidmətə göndərən, bu xidmətdən bol-bol istifadə edib, şükrü, həm də sənanı az edən, biz günahkar qullarına, bəndələrinə yaxşılığı bol edən, cənnətin və cəhənnəmin hər iki dünyanın sahibi olan Allahım, qurban olum. Quran ayının, sənin ayının, rəhmət, məğfirət, bağışlanma ayı olan Ramazanın sonuncu cüməsində həsrət vüsala calandığı könüllərdə bu məqamda qapına gəldim xalqımız adına. Allahım, Ramazanı bizdən razı sal. Allahım, bu Ramazanda etdiyimiz bütün duaları, tövbələri qəbul buyur, qəbul et. Allahım, qəzəbinə səbəb ola biləcək hal və hərəkətlərimiz, davranışlarımız mütləq vardır. Sənin ilahi ziyafətinə dəvətlilər sırasında olan 100 minlərlə soydaşlarımız var. Onları bağışla. Oruç da tutmayan, namaz da qılmayan, sənin ayına rəğbət bəsləyən, bu aylarda xeyir, savab, əməldə yarışan, gözəl işlər həyata keçirən, sənin rizan üçün, sənin hökmlərinə uyğun davranan insanlarımız var, bəndələrim var Allahım. İlahi ziyafətlər təşkil edən, yardımlaşan, paylaşan, şəhid doğmalarının, qəhrəman qazilərin qapılarını açaraq bu əziz gündə bizim övladımız yaşda, sənin övladın şəhiddir. Biz gəldik ki, sən tək deyilsən. Dövlət nə qədər qayğı ilə əhatə etsə belə, biz də sənin qardaşın olaraq gəldik. Sənin balan sanki elə mənim balamdır deyən könül dil sahibləri var. Onların da etdiklərini ibadət olaraq savablarına yaz Allahım. Allahım, övladlarımızı əməli salih, dininə, dövlətinə, bayrağına, soyuna uğur gətirənlərdən qərar ver. Onları kör olmaqdan, rəzil olmaqdan, iflic olmaqdan, vaxtsız əcəldən, ani ölümdən, atasız, anasız, yetim, boynu pükük qalma kimi dərdlərdən uzaq tut Allahım. Uzaq tut Allahım. Övladlarımızı zərərli vərdişlərdən uzaq tut ya Rəbbim. Onları cinlərdən, şeytanlardan, pis nəfsli, pis nəfəsli insanlardan, dostlardan, dırnaqarası uzaq tut ya Rəbbim. Allahım, şəhid balalarına, şəhid övladlarına, şəhid yarlarına, şəhid ata və analarına, şəhid bacı və qardaşlarına sən Həzrəti Əyyubun səbrindən ver Allahım. Allahım, qapına gəldim mübarək ayının sonuncu cüməsində arınmış bir şəkildə ruhumuzdan süzülüb gələn ilahi təslimiyyətimlə gəldim. Xalqımız adına gəldim. Bizə vəkalət verən
insanlar var 10 millərlə. Xanım redaktor deyir, nə qədər aşiqdir bu xalq öz dininə, dövlətinə, nə qədər bağlıymışlar inan verilişinə. Allahım, onların adına gəldim. Bilirəm, eşidirsən. Bilirəm, yaxındasan. Sənin vədin var bizə. Şah damarımızdan da yaxınsan. Yalvarıram qəlbimizdən kini, nifrəti, yalanı, iftira atmağı, qul haqqına girməyi uzaq tut Allahım. Bu xalqa zəfəri sən verdin. Bu zəfəri qiyamətə qədər qorumaq üçün Ya Rəbbim, bu xalqa sən qalib sərkərdəni, yenilməz ordunu, dövləti vəhdət halında sən səfərbər etdin. Sən istəməsəydin bu olmazdı Allahım. Bütün dünyanın güc mərkəzləri qarşısında xalq olaraq, dövlət olaraq, sərkərdə olaraq sən bir fərarinin belə ordumuz adına olmasına izin vermədin. Bu sevgini, bu hünəri, bu şücayəti sən verdin Allahım. İndi isə bu vəhdəti, bu birliyi qorumaq üçün sən bu xalqın düzənini pozmaq istəyənlərə fürsət vermə Allahım. Məkirli hilələr quran, qəsbikar işğalçını, Ya Rəbbim, növbəti müharibəyə sürükləyən mərkəzlər var, dövlətlər var. Sən duamızı eşitdin. Hələ 10 il bundan öncə 100 millər amin deyirdilər inamın işığında. Bizə Qarabağın fəthini ihsan et dedik, Ya Rəbbim. Bizə Xanın kəndində qalib sərkərdənin hərbi paradı qəbul etməsini ihsan et dedik, Ya Rəbbim. Sən onu da etdin. Şükürlərimiz azdır, bilirəm Allahım. Amma bu sonuncu cümədə diləyirəm. Qiyamətə qədər bu xalqın birliyini, bərabərliyini qoruyub, ölkəmizin əleyhinə olan qəsbikar Ermənistanın növbəti müharibəyə tətikləyən, sövq edən ölkələri sən hamıdan yaxşı tanıyırsan. Onlara fürsət vermə. Onların başlarını öz ölkələrində özlərinə qat, qurban olum Allahım. Özlərinə qat öz ölkələrində. Ya Rəbbim, dənizdə, havada, quruda bizi qoruyan Azərbaycan silahlı qüvvələrini qoru. Ya Rəbbim, bu an biz isti bir məkanda durmuşuq dövlətimizin himayəsi ilə. Amma soyuq havada, Laçında, Kəlbəcərdə, digər bölgələrimizdə düşmənlə üz-üzə dayanan aslanlarımız var. Ordumuzun qəhrəman və zabit əskərləri var. Onları düşmən hiləsindən, Ya Rəbbim, hər cür təhlükədən edilən bu dualar hörmətinə, zikirlərə xatir mühafizə ilə qoru, Ya Rəbbim. Ya Rəbbim, borçların borcunu ödə, küsülləri barışdır Allahım. Ya Rəbbi, sevənləri xeyirlidirsə qovuşdur Allahım. Xanımlarına söz verən kişilər var. Sən kirayədən çıxacaqsan, bu il söz verirəm. İl-ili haqlar çıxmaz, sən mənə söz verdin deyər. Onlara da ev ehsan elə, Ya Rəbbim. Elə bu il ev ehsan elə, Ya Rəbbim, Ramazan hörmətinə. Xəstələrimizə şəfa ver, Ya Rəbbim. Xalqımıza dərd verib, dərman axtartma, Ya Rəbbim. Biz bu xalqı sevdik, biz bu dövləti sevdik deyən və təmənnasız bu yoldayıq deyən çoxlu sayda dostlarımız var. Bizlər varıq, bizləri də sahibsiz buraxma Allahım. O düşüncənin, o könül varlığı ilə, ilahi təslimiyyətlə o cür davrananları sən hamıdan yaxşı tanıyırsan. Təmənnasız olaraq, heç kimsədən, heç nə güdmədən Allah bilsin mənə bəs edər, mən bunu etməliyəm. Bu dövlətin, bu vətənin mühafizəsi mənim namusumun mühafizəsidir. Düşüncəsini daşıyanlar var, bunu ibadət bilənlər var, bunu itaət bilənlər var Allah üçün. Sən onları sahibsiz buraxma, Ya Rəbbim. Dualarımızı qəbul buyur Allahım. Qalib sərkərdəmizi, qalib ordumuzu, qalib xalqımızı özün qoru, Ya Rəbbim. Şəhid doğmalarına Həzrəti Əyyubun səbrindən ver Allahım. Qazilərimizə can sağlığı ver, Ya Rəbbim. Neçə-neçə 10 illər inamın işığında, Ya Rəbbim, xalqımıza bu vəhdət halında dünən sən ehsan etdin canlı efirdə dövlətimizin himayəsi ilə Heydər məscidinin hər iki imamının, Ya Rəbbim, vəhdət azanını səsləndirməsi bütün dünyanın çeşitli ölkələrindən əhsən, əhsən Azərbaycana yazdılar. 10 millər
göz yaşları ilə səsli mesajlar göndərdilər. Ya Rəbbim, bu vəhdəti pozmaq istəyənlərə fürsət vermə. Bu an çoxlu sayda insanlarımız durmadan sosial şəbəkələrdə amin, amin seydim yazırlar. O şəxslərin də hər birindən sən razı ol, ya Rəbbim. Allah xalqımızı, dövlətimizi, ordumuzu, qalib sərkərdəmizi qorusun. Allah qəbul eləsin. Bilmirəm, Ramazanın yəqin ki, feyzindəndir. Allah qəbul eləsin. Allah razı olsun. Növbət sual, xanım redaktor. Salam, sabahınız xeyir olsun. Allah hamınızın tutduğu orucu, etdiyiniz duaları, qıldığınız namazı qəbul etsin inşallah. Mənim sualım odur ki, namaz bitdikdən sonra duamızı səssədə etmək daha düzgündür, yoxsa əlimizi Allaha qaldırıb dua etmək daha doğrudur. İkinci sualım odur ki, biz ailədə 6 nəfərik, evladlarım, həyat yoldaşım, mən oruç tuturuq, amma qaynanam və qaynatam onlar səhətləri ilə əlaqəli oruç tuta bilmirlər. Biz fitrə zəkatını ham 6 nəfər ailə üzvlərimiz üçün verməliyik, yoxsa oruç tutanlar üçün verməliyik? Təşəkkür edirəm. Öncə Faiq müəllim sizdən alaq cavabı. Birinci suala cavab verim ki, fərqi yoxdur. İstər səsli, istər səssiz duanı hər cürə edə bilər. İkinci sualın cavabı da budur ki, evdə kimlər varsa heç bir fərqi yoxdur. Kimin öhdəçiliyindədirsə o insanlar oruç tutsa da, tutmasa da onların fitrəsi verilməlidir. Təşəkkür edirəm, hörmətli millət. Haqqınızı hal edin, sizə də ki, övrətdir. Allah razı olsun, çox gözəl dua idi. Allah qəbul eləsin. Yəni, hamımız çox təsirləndik. Belə dualara bizim böyük ehtiyacımız var. Demək, sualın, bəli, Allah, amin. Demək, sualın birinci hissəsi ilə bağlı bir bəndənin Allaha ən yaxın olduğu zaman səcdə zamanıdır. Yəni, bu dində də keçir. Hər iki formada duanı edə bilər, hər ikisi qəbul ediləcək. Amma qeyd etdiyimiz kimi səcdə ümumiyyətlə tamamilə fərqli bir məqamdır və duaların daha çox qəbul edildiyi və bəndənin öz Rəbbinə daha çox yaxın olduğu bir dövrdür. İkinci sual isə belədir ki, ailənin digər üzvü üzürlü səbəblərdən oruç tuta bilmirlər. Amma fitrə sədəqəsi bütün ailə üzvlərinin hamısının demək nəzərə alınaraq verilməlidir. Heç bir istisnası. Təşəkkür edirəm. Vəhdət cavabı ümumi cavabdır. Var olasınız. Xanım redaktor, sponsora keçid edirikmi? Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah sponsorlarımızın, xalqımızın, dövlətimizin, bizi izləyənlərin, bizə dəyər verənlərin, xanım redaktor mənə bildirir əziz izləyicilərimiz, yüzlərlə izləyicilərimiz dualarıma amin, amin deyirsiniz, xoş sözlər yazırsınız. Hər birinizin qarşınızda baş əyirəm. Allah dualarımızı qəbul eləsin. Allah əşdə dualarımıza xeyirlisi ilə ol desin. Bəli, əziz, nurlu qardaşlarım, hörmətli millət vəkilim, çox dəyərli qardaşlarım,
Suallardan qəbul edəyin. Buyurun. Salam, sabahınız xeyir. Adım Nuranədir. Ramazan bayramınız mübarək. Allah tutduğunuz oruçları qəbul eləsin. Sualım budur ki, mənim keçəndən tuta bilmədiyim oruçların qəzalarım var. Bu keçənin 5 qəzam, bu ildə 10 qəzam var. Keçənki qəzalarımı da tuta bilmədim sağlamlığımla barədə. Bu ildə 10 qəzam qalıb. Bu iki qəzalarımı da tuta bilməsəm nə edə bilərəm? Yəni keçən də tuta bilmədim sağlamlığımla barədə. Bu ildə tuta bilməsəm nə edə bilərəm? Zəhmət olmasa mənə bir yol göstərin. Əvvəlcədən təşəkkür edirəm. Biz sizə təşəkkür edirəm Nuranə xanım. Allah qəbul etsin. Allah qəzalarımızı cəza ilə əvəzləməsin inşallah. Şahik müəllim, Şəhidlər Məscidinin imamı. Həmin şəxs sağlamlığına qovuşacaqsa, özü onu qəza edər. Amma sağlamlığına qovuşmayacaqsa, artıq əminlik yaranlar ki, bu məsələyə Kronik xəstəliklər də vardır, Allah qorusun. Qovuşmayacaqsa, o zaman fidyə ödəməlidir. Digər görüşlər Rıza müəllim. Eyni vəhdət cavabı verin. Allah sizdən razı olsun. Polad yazır. Salam aleyküm, və aleyküm salam. Fitrə nə qədərdir? Türkçə yazır. Verilməlidir. Ən azı kaç manatdır? Türk qardaşımıza salam və dualarımı göndərirəm. Allah Türkiyəmizlə olsun. Kask nə qədərdir? Siz daha çox Şəhidlər Məscidində rast gəlirsiniz. 10-15 manat civarında söylənilib. Amma yenə dediyimiz kimi... Bu hökm deyil ki, yəni. Bəli, şərt deyil elə. Bu, təbii ki, orta bir hesabdır. Özün necə bayram edəcəksənsə, çünki imkana bağlıdır özünün bayram etməyində, qarşı tərəfi də o cür bayram etməsinə səbəb olmaq lazımdır. Faik müəllim, var mı sözünüz? Təşəkkür edirəm. Eyni cavab verin, belə çox rahat olur. Türkən Tağıyeva yazır YouTube kanalımıza. Salam dəyərli və hörmətli hacılar. Mən bilmək istəyirdim, bayram günü hər kəs yeni, yəni bütün oruç tutanlar bayram günü məscidə getməlidir. Yəni belə bir hökm varmı? Hörmətli millət vəkilim. Yəni xanımlara belə bir bəxtə qeyd etdik. Yəni deyir, bütün oruç tutanlar təbii ki. Bəli, bəli. Yəni kişilərlə bağlı yanaşma belədir ki, bayram namazıdır. Bayram namazına gedib qılınmalıdır. Yəni burada da bəziləri bunu vacib kimi olduğunu vurğulayırlar. Bəziləri isə vacib olmadığını vurğulayırlar. Yəni bu daha çox kişilərə aid bir məsələdir və eyni zamanda bir əgər şərait varsa qadınlar da gedib o namazları qıla bilərlər. Bugün bizdə çox şükürlər ki, artıq bu imkanlar var. Yəni bu namazların da əslində əsas fəlsəfəsi, qayəsi də müsəlmanlar arasında birliyi, həmrəyliyi, bərabərliyi gücləndirmək və müsəlmanların bayramı bir yerdə qeyd etməsidir. Mən bu arada bütün fədakar analarımızın, bacılarımızın hər birinə deyirəm, Allah sizlərdən razı olsun. Çünki bu illərdir ki, İnamın işığında biz canlı efirdə, xüsusi olaraq 2 il isə imsakda canlı efirdə oluruq. Biz bir monitoring apardıq, əziz qonaqlarımız, Faik müəllim, baş şahid, Rıza müəllim, biləsiniz, hörmətli millət vəkilim. Əksəriyyət çoxluqda xanımlar daha fəaldırlar. Həm dururlar sübhün erkən çağında, imsak hazırlayırlar. Suallardan da hiss olunur. Suallardan da bu duyulur və hətta bir gündə 1 saatın içərisində gələn 1 saatın içərisində gələn 3000-dən artıq sualın daha çoxu fədakar, yenilməz, zəhmətkeş, hünərli, şücayətli Azərbaycan xanımlarıdır. Eşq olsun Azərbaycan xanımlarına. Buyurun, növbəti sual. Salam, sabahınız xeyir olsun. Bilmək istəyirdim. 2 namaz arasında zikr deyirik. O zikrin ardıcılığın zəhmət olmasa. Birinci Sübhanallahla başlayırıq, yoxsa Allahu Əkbərlə? Deyərdi zəhmət olmasa. Təşəkkür edirəm. Hazır Rıza müəllim, Şahik müəllim hər ikisi cavab verdi. Təbii ki, orada incə bir həssas məsələ var. Orada böyük bir, belə deyək də, bizdə fərqi ayıracaq bir səbəb deyil. Amma Cəfərin məzhəbinə görə yəni, zikir Allahu Əkbərlə başlayır, Əlhəmdülillah və Subhanallahla bitir. Nəticə etibarilə hər biri Allahı zikirdir, Allahın adlarıdır. Heç bir böyük bir ayrımcılıq deyil. Şahik müəllim, elədirmi?
Ayrı nə fərq var? Fərqi, ciddi bir fərq yoxdur. Sadəcə Bütün Subhanallah. görüşlər bizi izləyir, ona Bəli, görə bəli. istəyirəm ki, sayğı və ehtiram olsun. Hətta belə zikirdə də belə bir zikir var Əhl-i Sünnə məktəbində. Subhanallahi velhamdülillahi və la ilahe illallahu vallahu ekber. Yəni Subhanallah, elhamdülillah, Allahu ekber sırasıyla gedir. Yəni fərqi yoxdur onun. Təşəkkür edirəm. Bir xatirəni bölüşmək istəyirəm canlı efirdə. Qardaş Türkiyədə bir tədbirdə idim. Çox önəmli insanların toplaşdığı bir tədbir idi. Millət vəkillərinə, Tuşa qədər, dövlət böyüklərinə qədər. Qəflətən toyu da Alişan aparırdı. O da inaslıymış. Dedilər ki, Azərbaycandan bir Əhl-i Beyt mənsubu var burada filan. Elə təriflər etdilər ki, tər məni bastı. Dedilər ki, indi şam namazı idi. Dedilər, şam namazını Seyyidimizin imamlığı ilə həyata keçirəcəyik. Mən dedim ki, siz axı mənim görüşümü öyrənmədiniz. Dedilər, Əhl-i Beytin görüşü olmaz. Orada bir çox hörmətli millət vəkili dedi ki, Əhl-i Beytin görüşü olmaz və dedi, Azərbaycan nümunəsi o qədər unikaldır ki, siz hansı şəkili namazı qılsanız, bu Türkiyəmiz üçün bir duaya, bir şəfaya çevriləcək. İndi bunu dedikdə xatırladım ki, Şəhidlər Məscidi, öndərimizin adını daşıyan Heydər Məscidi, Allah təala bu birliyi, bu bərabərliyi mühafizə eləsin. Allah Türkiyəmizi, Azərbaycanımızı, Azərbaycanın haqlı davasında Azərbaycanın yanında olan, Azərbaycanın mənafeyini, dövlət mənafeyinin mühafizə olunmasının gərəkliyini, haqqı idrak edən ölkələri və mərkəzləri də Allah özü mühafizə edib, qorusun. Buyurun, xanım redaktor, tez-tez cavab verərik, ardıcıl, buyurun. Hər vaxtınız xeyir. İnam verilişinin çox hörmətli layihə rəhbəri və partisi Seyid Cəmal Əfəndi, sizi, verilişin qonaqlarını, başda xanım redaktor olmaqla bütün yaradıcı heyəti, Space Tele şirkətinin rəhbərliyini və bütün dünya müsəlmanlarını qarşıdan gələn mübarək Ramazan bayramı münasibəti ilə təbrik edir və yaradanımızdan bizə bəxş etdiyi ömrün sağlıqlı yaşanmasını arzu edirəm. Sualım isə belədir. Cənazə namazını qılarkən dəstəmaz almaq vacibdir, yoxsa bu namazı dəstəmazsız da qılmaq olar? Alacağım hər hansı cavab üçün əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Vəfalı izləyicimizə təşəkkür edirəm. Var olasınız. Dəyərlər hər zaman dəyər verməyi bilir. Rıza müəllim. Seyyidim, Cəfərin məzhəbinə görə dəstəmaz o namazlara vacibdir ki, o namazların ruku və səzdəsi olsun. Cənazə namazı dua anlamında olduğuna görə təbii ki, bəyəniləndir ki, xüsusən cənazə namazını qılan imam dəstəmazlı olsun. Amma əgər bir dəstəmazlı olmasa da belə cənazə namazını qıla bilər. Heç bir problem yox. Şahik müəllim, siz bir imam olaraq. Əhl-i Sünnə məktəbində isə mütləq şəkildə dəstəmazlı olması zəruridir. Yəni vacibdir. Bəli, bəli. Təşəkkür edirəm. Fidan Tağıyeva YouTube kanalımıza yazır. Allahın salamı üzərinizə olsun. Sizin də Fidan xanım, hər bir kəsin. Allah razı olsun. Haqqınızı halal edin. Mən bu layihənin rəhbəri olaraq komandamız mənə bu vəkaləti veriblər deyə bilərəm də. Ana südü kimi halalınız olsun. Dövlətimiz şərait yaradıb. Biz də bu xidmətdən bəxtiyarıq. Belə bir sualım var. Əgər valideynlərim Fatihə və İxlas olan başqa surələri bilmirsə, mən onlara imamlıq edə bilərəmmi? Unikal bir sualdır. Siz imamsınız, cavab verin. Xanımdır mı yazan? Bəli, Fidan Tağıyeva. Xanımların burada heç çətinləşir. Xanımların imam cəmaat olması əslində doğru deyil. Bəli. Buna görə bəli. Doğru hesab olunmur. Həm də xanımlara edə bilər yəni. Atası anası deyir. Burada atam deyir. Yox, Şahik qardaşınız deyir. Burada atam deyir. Allah köməsin, bol-bol dualar etsinlər. Qibləyə doğru yönəlsinlər. Özü qılar, onları öyrətmək məqsədi ilə, təlim məqsədi ilə ola bilər. Ən azı təşviq edər. Allah qəbul etsin Fidan xanım. Salam, fitrənin mağazada borc dəftəri olur. Mən hər il həmin dəftərdə kimsənin borcunu sildirirəm. Bu qəbul olurmu? Bu da bir maraqlı sualdır. Maraqlı sualdır, amma yəni fikir yox. Yəni burada söhbət nədən gedir? Bayaq biz onu qeyd etdik. Tövsiyə olunan odur ki, yəni bu artıq sədəqə olacaq. Yəni nədən söhbət gedir? Yəni mümkün qədər biz fitrə zəkatını
verdiyimiz insanları tanımağımız tövsiyə O da olunur. var, bəli. Yəni onun nə dərəcədə ehtiyacı var, həqiqətən ehtiyacı var, yoxdur. Ona görə tövsiyə olunan budur. Əgər tanıdığı, bildiyi adamdırsa, ehtiyac sahibidirsə, o baxmaq olar. Amma belə araşdırıb vermək daha düzgündür ki, başqasının haqqına girməyək. Tamam, cavabdır. Buyurun. Bəli, ola bilər ki, elə bir şeylə borc yazdırıb ki, onu da doğru olmaz. Yəni, bilmək lazım, zəruridir. Bəli. Üzr istəyirəm. Buyurun, buyurun. Əgər fitrəni verəcəyimiz adam onu harama sərf eləyəcəksə, məsələn, içkiyə sərf eləyəcək, içki kimi harama sərf eləyəcəksə, o zaman o fitrə ona düşmür. Bu da çox həssas bir məsələdir. Ona görə bildiyi, tanıdığı, ehtiyacı olan adamlara verilməsi. Mükəmməl cavab oldu bu sizin dörtlüyün cavabı. Var olasınız. Ümumiyyətlə, bu tablo çox xoş gəlir mənə. Allah razı olsun. Elə bütün tablolar hər gün xoşdur. Bəli, xanım redaktor, buyurun. Sabahınız xeyir olsun. Allah Teala tutduğunuz orucu, qıldığınız namazı qəbul olunanlardan eyləsin inşallah. İnam komandasının, Space kanalının, eləcə də sizlərə çox təşəkkür edirəm, minnətdarım. Bizim suallarımızı cavablandırırsınız. Mənim də bir sualım olacaq. Mən qaynanalı, qaynatalı evdə yaşayıram. Bilmək istərdim ki, fitrəni təkcə evimizin ağsaqqalı kimi qaynatam verməlidir, yoxsa qaynatamla bərabər mənim həyat yoldaşım da verməlidir. Xahiş edirəm, sualıma cavablandırarsınız və indidən sizə çox təşəkkür edirəm. Sağ olun. Minnətdaram. Allah razı olsun. Allah ailə düzənini, səadət qalasını pozmasın, daha da möhkəmləndirsin. Faiq müəllim, necə etməlidir? Əgər bütün ailənin ehtiyacını qaynatası ödəyirsə, qaynatası verməlidir. Yox, əgər həyat yoldaşı ödəyirsə, ola bilər ki, ata-anası ondan bir yerdə yaşayır. Güzəranı kim təmin edirsə, onun öhdəliyindədir. Digər görüşdə də münasibət belədir. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Allahın salamı hər birinizə olsun. Hörmətli inam iştirakçıları, sizin hər birinizə Allahın salamı olsun. Əziz Seyidim, sizin yeriniz bizim evimizdə həmişə. Demək olar həmişə görünür. Biz həmişə sizi xoş niyyətlə yad edirik. Allah sizə can sağlığı versin və qonaqlarınızı salamat eyləsin. Ailə qarışıq var olasınız. Əziz Seyidim, sizdən bir xahişim var. Əgər bir ailə başçısı fitrə vermək istəmirsə, onun xanımı ondan gizlin fitrə verərsə, bu düzgündür ya yox? Xahiş edirəm, cavablandırın. Təşəkkür edirəm. İzləyicimiz kimsə, anamız, bacımız qarşısında baş əyirəm. Allah könlünüzü abad etsin. Evinizi hər zaman sevdiklərinizlə, qonaqlıqla bəzəsin. Sevmədiklərinizi Allah sizdən də, bizdən də uzaq tutsun. Şahik müəllim, cavablandırın. Məncə, belə düşünürəm ki, verə bilər. Çünki niyə? Qarşı tərəf artıq bu şeyləri bilmir. Onda bu anlayış belə deyə formalaşmayıb. Amma versin, gün gələcək. Yəni, ən son deyək ki, o haqq hesab günü, o qarşı tərəf ona təşəkkür edəcək ki, nə yaxşı ki, mənim adıma fitrə zəkatı vermişsin. Onda gecə olmayacaq ki. İnşallah ki, o, yəni verən üçün gecə olmaz. Yox, verən üçün gecə olmayacaq. O, qarşı tərəf üçün söyləyirəm. Allah könlümüzdən din sevgisini, vətən, dövlət sevgisini əks etməsin. Allah qəlbimizdə mərhəmət, rəhmət, şəfqət hisslərini bu Ramazanda və bu Ramazanın sonuncu cüməsində daha da alovlandırsın. Şövq ilə. O qəlblər nə ilə aram tapar? Zikirlə, dua ilə. İnşallah o cür, belə mübarək xanımın, mübarək bacımız kimdirsə... İncə sual, çox gözəl. İncə sualdır. İnanıram ki, onun duaları, onun həyat yoldaşının da bu dəyərlərlə mənəvən silahlanmasına mübarək səbəbə çevrilə biləcək. Xanım redaktor, buyurun. Salam aleykum və rəhmətullah və bərəkətuh. Salam sizə hamınızı, Allah özünüzü qəbul eləsin. Mən təzə namaz qıram, hadisi 2 ildir. Öyrənmək istəyirdim. Bu qəza namaza o hansıları ki, qılmamışam, bu neçə illərdir, indiyənə kimi. Onları necə qılmalıyım, neçə rükət və hansı niyyətlə? Çox sağ olun, zəhmət olmasa cavabı verəndiniz. Allah qəbul etsin. Allahla sistemli rabitəni bərpa etmişsiniz. Xoş sizin halınıza. Allah digərlərinə də xeyirlisi ilə qismət etsin.
Şahik müəllim, siz imamsınız, buyurun. Həmin şəxs həddi buluq yaşına çatdığı zamandan bəri qılmadığı namazlarını qılması lazımdır. Artıq onun üzərinə bu vacibdir, qəza namazlarını qılmalıdır. Və özü üçün bir sistem qura bilər, bir qeydlər apara bilər. Ya aşağıdan başlayar, ya da ki, üzü bu tərəfdən aşağıya doğru gedərək namazlarını qılaraq artıq onların əvəzini, Allah artıq ona nə qədər nəsib edərsə o qədər inşallah qılar onları. Faiq müəllim, digər görüşdə qısa cavablar istəyəcəm. Bəli, əslində düşüncə eynidir. Yəni, qıla bildiyi qədər qılsın. Təşəkkür edirəm. YouTube kanalımıza Samir Məmmədəliyev yazır. Xahiş edirəm, efirdə səsləndirin bu sualı. Tövbə namazı necə qılınır, neçə gün qılınır, hansı saatlarda qılınır? Təşəkkür edirəm, Allaha əmanət olun. Samir Məmmədəliyev, çox sağ olun. Siz də Allaha əmanət olun. Rıza müəllim. Oxşar bir sualla Ceyhun müəllim də o haqda danışdı. Görürsünüz nə qədər adamlar tövbə etmək istəyir. Gözəl, bəlkə də o tövbənin adını gecə namazı qoya bilər və yaxud da ki, hər hansı bir, Hacı Cəfərin məzhəbinə görə hacət, istiğfar bu şəkildə. Amma vacib namazlar içərisində yoxdur. Günün istənilən vaxtında, gecənin müəyyən bir saatında durub, yəni tövbə, yəni bağışlanmaqdırsa, 2 rükət qılıb dua edə bilər, istiğfar edə bilər, günahlarını bu şəkildə icra edə bilər. Buyurun, digər görüşdə. Yəni, əslində, bəli, fikirlər eynidir. Burada sadəcə mən bir belə qənaətə gəlirəm ki, sanki insanların bir qismində belə bir fikir var ki, tövbə mütləq namazla edilməlidir. Yəni, belə bir mütləq şərt yoxdur. Yəni, günahlarından dua edərək tövbə edə bilər. Ya da ki, ən doğrusu isə həmən dediyimiz formada fərz namazından və ya nafilə namazından sonra oturub günahlardan tövbə edə bilər. Yəni, tövbəni istənilən vaxt insan edə bilər. Təşəkkür edirəm. Xüsusi bir namaz yoxdur, amma bu şərtlə ki, ona yenidən eyni günahlara qayıtmasın. Mənim xırda bir Buyurun, buyurun. Seydim, üzr istəyirəm. Ramazan əslində tövbə ayıdır. Quran ayıdır, bağışlanma ayıdır. Bəlkə buna biraz da izah versək daha doğru olar deyə düşünürəm. Tövbənin şərtləri var da, yəni o şərtləri yerinə yetirdikdən sonra etirafdır. Bəli, təslimiyyətdir. Bəli, etirafdır, ondan sonra peşmanlıqdır və söz vermək ki, bir daha o günahlara dönməyəcəm. Qeyd olunur ki, bunları etdikdən sonra yaxşı əmələ yönəl ki, artıq Rəbbin sənin yaxşı əmələ yönəldiyini artıq özün təsdiqlə. Bəlkə də o baxımdan namaz qılaraq o tövbəsini möhürləmək, təsdiqləmək mənasında. Yəni olsun, bu da bəyəniləndir. Bəli, millət vəkilim də o cür söylədi. Təşəkkür edirəm. Mən xırda bir yanlış olduqda fikirləşirəm ki, bu yanlışdır. Mən dərhal özüm təklikdə olanda səzdiyə inərəm. Yəni, izləyicilərimiz üçün dəqiqə bu maraqlı olar. Məncə ilahiyyətçilər, siz buna da münasibət bilirsəniz, bu şəxsi sualımdır. Dərhal Rəbbimizdən bağışlanma diləyərəm və tövbə etdim, ya Rəbbim deyərəm. Yəni, o məşhur bir hədis var. Kullu İbni Ədəm xatta, xeyrul xattain ət-tavvabun. Yəni, hər bir Adəm övladı çoxlu səhv edir, xəta edir. Qul xətasız olmaz. Bəli, ona görə də tövbə edənlərin, yəni günahkarların ən xeyirlisi tövbə edənlərdir. Ümumiyyətlə, Peyğəmbərimiz s.ə.v də istənilən insanın gün ərzində günahları olur. Peyğəmbərimiz də hər gün davamlı olaraq Allaha istiğfar edirdi, tövbə edirdi. Ona görə gün ərzində bunu hamı edə bilər, hər kəs edə bilər və bəyənilən bir əməldir. Təşəkkür edirəm. Bizim 15 dəqiqəmiz var. Çox istəyirəm, ardıcıl bu sualları sonuncu cümədir. Allah neçə-neçə 10 illər izləyicilərimizə, hər birimizə Ramazanın nuru ilə, Ramazanın nuru ilə inamın işığında da bax belə elmi izaha dayanan İslamın doğrularını, Ramazanın fəzilətlərini bölüşməyi nəsib etsin. Aynur adlı izləyicimiz YouTube kanalımıza yazır. Salam, sabahınız xeyirli, uğurlu olsun. Allah oruç namazınızı qəbul etsin. Sizin də Aynur xanım, təşəkkür edirəm. Amin. Dəyərli Seydimiz, bayram namazı neçə rükətdir? Vaxtınız olsa sualıma cavab verərdiniz. Çox sağ olun. Vaxtımız var, Aynur xanım. Buyurun, Şahik müəllim. Bayram namazları 2 rükətdir. YouTube kanalına yazıblar, bəli, Bəli, söyləyin. 2 rükətdir. Sadəcə məktəblər arasında o qılınma şəklində müəyyən fərqliliklər var. O qədər fərq varmı yoxsa? Ciddi fərqlər deyil, amma müəyyən... Rıza müəllim, necədir? Eynən Şahik müəllimin buyurduğu kimi 2 rükətdir. Sadəcə hər rükətdə qunutlar var. Birinci rükətdə
5 qunut, ikinci rükət isə 4 qunut. Təbii ki, bu da bəyənilən müstəhəbdir. Bir adam bunu icra etməsə yəni, doğru da sayılmaz, amma bəli, yəni, daha gözəli budur ki, 5 qunut və ya 4 qunut. Birinci rükətdə 5, ikinci rükət isə 4 qunut tutulur. Müəyyən o, xüsusən də Ramazana aid dualar var, onun oxunması daha bəyəniləndi, ancaq istənilən bir duanı da qunutda oxuya bilər. Minnətdaram. Bu da vəhdət bir cavabıdır. Xanım redaktoru, buyurun. Salam, İmam verilişinin komandası. Mən həmişə fitrlərimi qəsəbədə olan ərzaq dükanında kimin borcu varsa müəyyən qədər onların borclarını ödəyirəm. Bu necə düzdür, yoxsa düz deyil? Allah sizdən razı olsun. Rəbbim ailəcə savabınıza yazsın. Allah sağlam canla ruzinizi çoxaltsın və bu cür düşüncə daşıyıcıları və əməli fəaliyyətlə bunu həyata keçirən hər bir kəsin Allah ruzisini xeyirlisi ilə çoxaltsın. Faiq müəllim? Əslində, bundan bayaq cavab verdi. Yenə təkrar eləyək ki, şəxsin özünə fitrə verilsə və o şəxsin özü tanınsa, bilinsə daha yaxşı olar. O verilən borcun nəyin borcu olduğunu da bilmirik. Haram bir şey mi alıb, halal bir şey mi alıb, ona diqqət edilməlidir. Təşəkkür edirəm. Qısa bir cavab da istəyəcəm. İnamın Facebook səhifəsinə yazır. Salam aleyküm, sualım belədir. Fərda yazır. Baxıcı və görücülərə inanmaq nə dərəcədə düzgündür? Şahik müəllim, çox qısa bir cavab. Adamların olsa bazarını bağlamışıq. Birini də siz söyləyin. Peyğəmbər Əfəndimizdən belə bir hədis var ki, Allaha və axirət gününə inanan kimsə, belə kimsələrə, baxıcı, görücü, sehirbaz falan kimsələrə müraciət etməsin. Edərlərsə? Yəni, edərlərsə tövbə etməsi lazım. Böyük günah. Ən böyük günahlardan biridir. Təşəkkür edirəm. Dərhal, xanım redaktor, buyurun. Sabahınız xeyir. Hər birinizə xeyirli sabahlar Allahdan diləyirəm. Sizə belə bir sualım var. Mən 20 ildən çoxdur namaz qılıram. Hər qıldığım namazın əvvəlində iqaməni deyirdin. Bu, bir neçə gün bundan öncə din xadimlərimizdən belə bir söz eşitdim. Sizin verilişin vasitəsilə iqaməni demək qadın üçün düzgün deyil, əs-salatla başlamalıdır. Bu nə dərəcədə düz və ya... Təşəkkür edirəm. Kim söylədi, bilmirəm. Rıza müəllim, buyurun. Deyirəm, iqamə namazda Cəfərin məzhəbinə görə təkid olunan bəyənilən müstəhəb əməllərdən biridir. O xanım bacımızın sualına cavab bilmirəm necə olubdur. Ancaq ola bilsin ki, orada naməhrəm, məsələn, deyək ki, onun səsini eşidəcək adam varsa, o şəkildə deyilməz. Xatırladım, belə də cavab verilmişdir. Yoxsa belə... Önəmli məqam var. Mənə elə gəl, biz onun fəlsəfəsini biraz izah edək, insanlarımız bilsin ki, yəni İslamda belədir. Kişilər, qadınlar üçün imam ola bilərlər. Amma qadınlar kişilər üçün imam ola bilməz və bunun da ciddi əsasları var və burada söhbət nədən gedir? Əgər kişi, qadın bir yerdə namaz qılırsa, qadın iqamə gətirə bilməz və imam dura bilməz. Əgər qadın məclisidirsə, qadınlardırsa, qadın imam durur və iqaməni də gətirə bilərlər. Çox istəyirəm. Xatırladım, deyəsən, Vüqar Səmədov eyni... Yəni, burada önəmli məqam... Eyni belə cavab vermişdir. Yəni, mən İzləyicimiz ola bilər, yanlış anlayıb. Mən nəyə görə onu deyirəm ki, çünki bəzən kişilər, qadınlar bir yerdə olur. Yəni, bir yerdə olanda qadının iqamə gətirməsi qəbul edilmir. Amma öz aralarında eləyə bilərlər. İlahiyyatçı alim Ceyhun Məmmədovun yekun və mükəmməl bir cavabı idi. Buyurun, xanım redaktor. Salam, sabahınız xeyir, gününüz uğurlu olsun. Mən belə bir sualım olacaqdır. Qəza orucu necə tutulmalıdır? Qəza orucu Rıza müəllim. Adi gündəlik, əgər Ramazan ayının orucudursa, niyyətimiz önəmli. Çünki hədislərdə buyurur ki, kullə əməlun bin niyyə. Bütün əməllər niyyətə görədir. Əvvəlcə niyyətimizi bəlirləyəcək, yəni dəqiqləşdirəcək hansı qəza orucunu tuturuq. Əgər vacib Ramazan orucudursa, niyyətimizi dillə də ifadə eləməyimizə ehtiyac yoxdur. Niyyətimiz də kifayət edir ki, hansı belə deyək, orucun qəzasını tuturam. Qurban olduğum Allah bütün gizlinlərdən xəbərdar. Bütün gizlinlər. Biraz öncə üzr istəyirəm, oxuduğumuz ayədə də Rəbbimiz elə buyurdu ki, gizlində də, aşkarda da biləndir Allahımız. Allah sizdən razı olsun, bütün xalqımızdan, bizə dəyər verənlərdən, dininə, dövlətinə, qalib sərkərdəsinə bağlı olan insanlarımızı Allah mühafizə eləsin. Buyurun, hörmətli xanım redaktor.
Başda seyidimiz olmaqla İnam verilişinin yaradıcı heyətini və qonaqlarımızı salamlayıram. Allah sizlərdən razı olsun. Belə bir sualım var. Bəzən fitrə çıxardarkən əvvəlcədən elə insanlar olur ki, özləri müraciət edirdilər ki, fitrəni çıxardarkən məni nəzərə al, mənə verginən. Və biz də həmin insanların imkan səviyyəsinin hansı səviyyədə olduğunu bilmirik, həqiqətən imkanı olub olmadığını bilmirik. Belə dili ilə istəyən insanlara fitrə vermək doğrudurmu? Təşəkkür edirəm. Çox vacib Şaiq mənim suallardan biridir. Hətta yüzlərlə deyil, bu suallar minlərlə gəlir. Ayın axırı sona çatdıqda biz görürük ki, insanlarımız bu məsələdə daha çox həssaslıq göstərirlər. Əslində nə etməlidirlər? Həmin şəxsin ehtiyac vəziyyətini mütləq təyin etməlidir. Araşdırılmalıdır. Bəli, bilməlidir. Əgər bilmirsə, araşdıra bilmirsə, təyin edə bilmirsə, özünün bildiyi, yoxsul olduğu... Ünvanı bəlli olur. Bəli, elə şəxslər verməlidir. Yəni, insanlara da söyləmək lazımdır ki, həqiqətən ehtiyacın yoxdursa, yəni belə şeylərə yol vermə, gedib kimləsə istəmə. Qoy adam könüllü, səmimi, ixlasla ibadətini yerinə yetirsin. Çünki fitrə zəkatını vermək bir ibadətdir. Doğrudur. Mükəmməl bir cavabdır. Vəhdət cavabıdır. Məncə əlavələri yoxdur. Xanım redaktor, buyurun. Mən hər zaman qusul elərkən belə söyləmişim. Qusul verirəm vacibən qurbətən illallah. Amma deyirlər ki, bu səhvdir. Qusul alıram deməmişim. Qusul verirəm vacibən qurbətən illallah. Nə qədər doğru olduğunu sizdən öyrənmək istəyirəm. Təşəkkür edirəm öncədən. Allah razı olsun. Qısa bir cavab istəyəcəm, hörmətli millət vəkilim. Heç bir problem yoxdur. Bilirsiniz, yəni biz əslində bunu çox müzakirə eləmişik. İnsanların belə beynin qarışdırmaq düzgün deyil. Xanım doğru edir. Yəni ümumiyyətlə ibadətlərdə əsas niyyətdir. Əgər sən o niyyətin varsa, niyyət eləmisənsə, artıq o qəbul edilir və xanımın da dediyi normaldır. Orada heç bir problem yoxdur. Yəni çünki xanım niyyət eləyib ki, mən qüslumu alıram. İllallah mı deyirəm, elə mi söylədi? Yox, ilallah. Onu çaşdırır. İlallah. Verirəm. Verirəm, alıram yəni, sözü çaşdırır. Bəli, onu çaşdırır. Seydim, burada Ceyhun mənim dediyinə bir əlavə söyləmək istəyirəm. Qüvvətləndirmək mənasında. Buyurun. Yönəlməsi, adamın cismən o hərəkətə yönəlməsi artıq onun niyyətidir. Allah da öncə söylədi. Bəli, orada yəni o keçən dəfə də bu sual olmuşdu. Qurbətən ilallah, yəni Allaha yaxınlaşmaq məqsədi ilə qüsl alıram. Ona görə orada Azərbaycanca desin. Yəni çətinsə onu ərəbcə söz ifadə etmək. Yəni niyyət etdim, Allah yəni üçün qüsl almalı. Bir dəfə mənim bir yazımda yazmışdım ki, Allahla sistemli rabitədə tərcüməçiyə ehtiyac yoxdur. Allah Vasif müəllimə rəhmət etsin. O da mənimlə görüşəndə dedi ki, bu doğru yazılışdır. Ancaq ola bilər insanlar bunu yanlış anlasınlar. Amma məncə əslində də elə sonra özü də dedi ki, indi ona görə bu gün də deyə bilərəm ki, məncə cəsarətlənib. Allah hər şeyi bilir. Biləndir, bütün gizlinlərdən xəbərdardır. Harada çağırsan oradadır. Hörmətli xanım redaktor, buyurun. Sabahınız xeyir. İnam verilişinin iştirakçılarına tutduqları və qıldıqları namazları Allah tərəfindən qəbul olmasını arzu edirəm. Mənim bir sualım var. Bu fitrəni çıxartdıq. Ailədə neçə nəfər, hər birisinə müəyyən qədər məbləğ təyin olunmuş. Çıxartdıq. Ondan sonra bir qonaq gəldi bizə. Bunu çıxardandan sonra qonaq gəldisə, onun da əvəzində biz fitrə çıxartmalıyıq, yoxsa ki, o gecikmiş hesab olunur. Xahiş edirəm, buna bir aydınlıq gətirəsiniz. Təşəkkür edirəm. Faiq müəllim, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakı İlahiyyat Kollecinin direktor müavini. Buyurun. Əgər axşam vaxtı, iftar vaxtı gəlibsə, qonaq onun adına da fitrə çıxarılmalıdır. Bu hökmdürmü? Bəli. Cəfərlikdə? Cəfərlikdə, bəli. Şaiq müəllim? Əhl-i sünnədə belə bir qayda yoxdur ki... Bilirsən, belə bir problem yoxdur deyəcəkdir sanki. Belə bir qayda yoxdur. Bəli. Ona görə də mən qatılıram Faiq müəllimin fikirlərinə. Məncə qonaqlar da olmazmı həmin gün gəlməsinlər. Yəni burada bayaq əslində biz toxunduq ona. Əhl-i sünnədə qonaqlara görə sədəqə vermə məsələsi yoxdur. Yəni Əhl-i Beyt alimlərinin yanaşmasına görə isə bu var.
Yəni bizim insanlarımız da seçimi buna uyğun olaraq edə bilərlər. Yəni fitrə sədəqəsini verə bilərlər. Təşəkkür. Bəli, buyurun. Bayram Vaxtımız dəqiqələr qalır. Bayram vaxtlarında qonaq gedənlər çox olur. Məncə bunu bir nəzərə almaq lazımdır ki, yəni tənzimlənməlidir. İnsanların iqtisadi tərəfdən də düşünmək lazımdır. Gülşən Sultanova yazır. Salam. Oğlum subaydı, xaricdə yaşayır. Onun yerinə fitrə verə bilərəm. Əslində pulu o göndərir. Çox özümə cavabı da özü verib onsuz da. Qısa bir 2 dəqiqəmiz var. Çox xahiş edirəm. Verə bilərmi? Niyə verməsən? Oğlun pulu da göndərir. Pulu kim verirsə, sifarişi kim verirsə. Zabil Əhmədov. Məncə yəni şəxsin özü artıq həddi kifayət qədər çatıbsa, özü verməsi daha görə. Vəkalətən anası verə bilər. Zabil Əhmədov. Salam Seyid, mənim atamın səhhətində problemlər olduğuna görə orucunu 20 gündə kəsməli oldu. Bunun günahı var, nə etməlidir? Çox qısa cavab istəyəcəm. Şahik müəllim. Sağlamlığına qovuşacaqsa, bayaq o suala cavab verdik, sağlamlığına qovuşacaqsa sonra tutar qəza kimi. Yox, qovuşmayacaqsa fidyo ödəyəcək. Minnətdaram. Allah şəfa versin. Əziz millət vəkilim, əzizim Faiq müəllim, əzizim Şahik qardaşım, əzizim Rıza müəllim. Mən sizlərə təşəkkür edirəm. Sübhin erkən çağında gəldiniz, bərabər xalqımızla Ramazanın fəzilətlərini paylaşa bildik. Ramazanın gözəlliklərini bölüşə bildik. Bu sonsuz mərhəmətindən, lütfündən bu gözəllikləri bizə ehsan edən Rəbbimizə sonsuz şükürlər olsun. Bizi himayə edən Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı, Qarabağ Fatih İlham Əliyev cənabları sağ olsun. Allah böyükdür. Neçə-neçə 10 illər Rəbbim nəsib edərsə, inamın işığında beləcə xidmətlərimiz bol-bol olar. Var olasınız. Əziz və vəfalı inamsevərlər, sübhin erkən çağında bizimlə bərabər dualarını paylaşanlar, dualarında bizləri unutmayanlar. Bilirəm, 10 minlərlə sualların içində biz ümumiləşdiririk, lakin çatdıra bilmirik. Haqqınızı halal edin. Biz heç də uzaqda deyilik. Allahın sayəsində Rəbbimizin izni, Azərbaycan dövlətinin yardımı ilə qismətimiz isə bugün saat 18:00-da yenidən yenilənən, sevilən Space televiziyasında inananların, sevənlərin verilişində, yəni sizlərin verilişində inamda görüşmək duaları ilə ayrılıram. Biz sizləri dualarımızda unutmadıq. Bir təvəkkəm var. Siz də bizləri unutmayın. İnam komandasını və gəlib bizimlə bərabər bu maarifləndirmə işini həyata keçirən çox dəyərli ilahiyyatçilərimizi də. Allaha əmanət olun. Uca, əziz Rəbbimiz canımız, can, Azərbaycanımızı qorusun.